Salam, əziz həmvətənlər, dəyərli dostlar, hörmətli xanımlar və bəylər, salam 159.575 kişi. Eşq olsun hər birinizə. Yeni qoşulanlara xoş gəldin deyirəm və TikTokdakı bazı qardaşlarımızı salamlayıram. Maşallah, son vaxtlar onu da deyim ki, TikTokda bizim tamaşaçılar çox fəallaşıblar, çoxlu paylaşım edirlər, fikirlərini yazırlar, çox ciddi müzakirələr gedir. Hər birdən təşəkkür edirəm. Dostlar, oradan da belə böyük bir ailənin, sizin kimi kişilərin qardaşı olmaq mənim üçün böyük fəxarətdir və şərəfdir. Var olun, bu qüruru bizə yaşatdığınıza görə inşallah tezliklə də 160.000 həddən aşıq gedərik. Nəsə tilsimə düşübdür bu 159-160.000 arasında nəsə baş verir bizim kanal üzərində. İnşallah hər şey qaydasına düşər. Əziz vətənlər, dəyərli dostlar, son vaxtlar bilirsiniz ki, çox bu Türkiyədə baş verən hadisələrlə əlaqədar çox müzakirələr gedir. Azərbaycanda müxtəlif baxışlar var, müxtəlif mövqelər var. O cümlədən də Azərbaycan Xalq Parlamentinin millət vəkilləri arasında bu məsələdə kəskin bir-birinə zidd mövqedə olan müzakirələr gedir. O da müzakirələr bəzən elə həddə çatır ki, insanlar az qalır ki, əl və yaxı olsunlar. Bəzi parlamentlərdə olduğu kimi karate, yumruq, tappatrop. İnanıram ki, ümid edirəm ki, bizim bugünkü debatımız hörmətli Əli bəylə, Əli Quliyevlə o səviyyə çatmaz. Aha, deməli, sana qurban əməliyyatı nə yazılı başa düşmədim mən, bu nə idi belə efirə verdi bizim rejissorumuz, heç də anlamadım. Deməli, qardaşlar, məsələ nədir? Yenə ümid edirəm ki, bizim Əli bəylə debatımız əl və yaxı döyüşə gəlib çatmaz. Amma gərgin keçəcəyinə heç bir şübhə yoxdur. Çünki Türkiyədə baş verən hadisələrə, ümumiyyətlə Türkiyənin müxalifətinə, iqtidarına münasibətdə Əli Quliyevlə şəxsən mənim baxışlarım, mövqeyimiz daban-dabana bir-birinə ziddir. Mən Əli bəy dəvət edəcəyəm. Əli bəy, xoş gördük sizi. Xoş gördük Qurban bəy. Salamlayıram sizi və dəyərli tamaşaçılarım. Əleyhissalam. Dostlar, bizim dünən əvvəlcədən razılaşdığımıza görə bugünkü debatın formatını, qaydasını, qanununu Əli bəy müəyyən edəcək. Mən də ona tabi olacağım. Buyurun Əli bəy, hansı formada deyirsiniz, deyin. Yox, Qurban bəy, yəni birgə biz müəyyənləşdirməliyik. Dünən danışdıqda biz iclasda dediniz ki, bəs qaydaları siz müəyyənləşdirəcəksiniz. Mən tabiyəm, mənim fərqi yoxdur, buyurun. Mənim üçün də problem deyil, mənim üçün də fərqi yoxdur. Önəmli odur ki, həm siz, həm mən eyni zaman istifadə eləyək. Yəni ki, bir bu. İkincisi də hansı suallar qoyulacaqsa, suallar ətrafında konkret, problemlər ətrafında danışaq. Yəni, kənara çıxmalar eləməyik. Elə. Deməli, bir vaxtı deyirsiniz, bir də vaxt misal üçün hər tərəf bir dəfiyə 5 dəqiqə mi, 10 dəqiqə, neçə dəqiqə danışdı sizə? Yox, mənim üçün belə də, yəni sualı verilir, elə istəmirəm ki, o dərəcədə də bunu zamanla ölçək, ora sekundamer qoyaq. Amma belə də bir-birimiz anlayaq ki, müəyyən suallara bir-birimizin zamanına, bir-birimizin vaxtına hörmət edək. Bu baxımda. Belə. Elə bilirəm ki, o problem olmaz. İnşallah. Oldu. Lazım gəlsə, sekundamer burada var. Saniye, daha da özür istəyirəm. Rusca ifadə işlətdir. Saniye ölçən burada var, vaxt ölçən var. Lazım gəlir. Tamaşaçılar əgər ədalətsizlik görsələr hansısa bir tərəfdən tələb edirlər, biz onu qoyarıq. Problem deyil. Öncə deməli sualımız belə olacaqdır ki, Türkiyədə baş verənlərə tərəflərin ümumi yanaşması necədir? Əli bəy, buyurun, söz sizdə. Qonaq kimi söz mən istəyirəm. Təşəkkür edirəm Qurban bəy. Qurban bəy, əslinə qalanda bir neçə dəfə də siz verilişdə həm siz, həm sizin qonaqlarınız səsləndirib müəyyən baxışları mən hesab edirəm ki, bizim bu məsələlərdə münasibətimiz tərəf tutmaq kimi ya iqtidar partiyasının, yəni daha doğrusu
Türkiyə Respublikasının prezidenti Erdoğanın və yaxud da müxalifətin liderlərindən biri İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu'nun tərəfindən yox, Türkiyənin mənəfeyindən yanaşılmalıdır məsələyə. Türkiyə deməli milləti baxımından, Türkiyə dövləti baxımından yanaşma bu cür olmalıdır. Bir. İkincisi, mən hesab edirəm ki, bizim bu problemi müzakirə eləməyimizin əsas məqsədi həm Azərbaycan xalqı doğru düzgün məlumat alsın. Yəni biz çalışaq ki, onları məlumatlandıraq, xəbər alma hüququndan istifadə eləsinlər. Bir də bu, üçüncüsü də bizim buradan götürəcəyimiz dərslər. Yəni o baxımdan ki, mən hesab edirəm ki, indi orada ciddi bir xalq hərəkatı başlayıb, orada bir demokratik hərəkat gedir və biz onlardan öyrənməli çox şeylərimiz var. Bir də bu baxımdan yanaşaq. Mən hələlik bu qədər. Teşekkürler. Ben sizin dediklerinizden bir şeyle razıyım ki demokratik harekat orada gedir. Bir proses daha doğrusu harekat değil bu. Bir prosesdir. Demokratik normal bir proses gedir. Bunun halk harekatından hiçbir alakası yoktur. Çünkü Türkiye'de ben hesap edirəm ki halkın çoxluğunun gücüyle həll edilməli hiçbir problem yoktur. Yani ben kenarda müşahidə edən bir adam kimi hem de Türkiye'nin stabilliyində, güclənməsində maraqlı olan istənilən sıra Azərbaycan vətəndaşı kimi belə hesab edirəm ki, Türkiyədə elə bir ciddi problem yoxdur ki, orada xalq hərəkatı olsun, orada xalqı kütlələrə çıxardıb nəsə, bizim başa düşdüyümüz xalq hərəkatı adı altında nəsə həll eləsinlər. Normal bir demokratik proses gedir. Bir tərəf hesab edir ki, hakimiyyət, hüquq mühafizə orqanları yanlış qərar qəbul ediblər, İmamoğlu'na qarşı əsassız iddiamlar sürüblər. Ona görə öz etirazlarını bildirirlər. Mən şəxsən sağ olsun bizim rejissorumuz burada dostlar. Diqqətlə xahiş edirəm, efirdə baxın, Əli bəy. Türkiyədə baş verənlərlə bağlı sizcə kim haqlıdır? Bu sual ünvanlanıb dövlət orqanları, yəni ittiham tərəfi, yoxsa İmamoğlu və onu müdafiə edənlər və ya heç biri. Bu üç seçimdən dostlar xahiş edən birini eləyin, hamı fikirləşsin, öz mövqeyini burada ifadə eləsin. Biz də elə bu məsələni burada müzakirə edirik ki, Əli bəy həmişə bu məsələləri biz müzakirə edəndə aramızda olan iclaslarda qəti bu mövqedədir ki, hakimiyyət yanlış mövqedədir, səhv hərəkət eləyir, qanunsuz hərəkət eləyir, İmamoğlu'na qarşı qərəzli hərəkət var. Mən isə tam tərsinə hesab edirəm ki, burada İmamoğlu və onun tərəfdarları, xüsusilə İmamoğlu şəxsən özü çox belə deyək, qərəzli və məhkirli formada bir fəaliyyət göstərib əvvəlcədən. Çünki bu istintaq il yarımında, bəlkə də 2 ildir gedirdi. Bunu bilənlər gözəl bilirlər. Bəzi adamlar biləndə ki, mən o gündə bunu ifadə eləmişdim, həbs olunacaq, mühasirət daralır. Dərhal nə edirlər? Azərbaycanda adətən belə edirlər, ya hökmdara yaltaqlamağa başlayırlar. O barədə bir Ramil Hazırı, nədir bizdə? Ramil Hazırı, sonra Rasim Məmmədov, sonra Ata Abdullayev kimlə bir adamlar var idilər. İndi həbsxanadadılar. İkinci bir adam da var ki, orada biraz siyasi bilişliyi var, savadı var. Həbs olunacağını biləndə başlayır özünü elə bir radikal siyasi addım atır ki, sabah həbs olunanda desin, ya bax, mən filan işi gördüyümə görə mənə tuturlar. Mən belə qiymətləndirirəm indiki halda İmamoğlu'nun hərəkətini. İmamoğlu həbs olunacağını bilirdi, çünki qanun cinayət törətdiyini özü bilirdi. Hələ seçkiyə 3 il qalmış, dünya praktikasında olmayan bir addım atılır. Güya ki, prezidentlər namizəd seçilib partiyadan. Buna görə indiki proseslər bir qədər siyasi rəng alıbdır. Məncə hakimiyyət orada doğru düzgün addım atıbdır və gözləmək lazımdır ki, məhkəmə nə deyəcəkdir. Buyurun. Qurban bəy, məsələ burasındadır ki, biz bir neçə dəfə də siz qeyd eləmişsiniz. Yəni biz Türkiyəni Azərbaycanla müqayisə edəndə onda əlbəttə ki, həqiqət sizin tərəfinizdə olur və çox təəssüflər olsun ki, bizim həmvətənlərimiz də bu pəncərədən baxırlar.
məsələyə başqa cür yanaşmaq lazımdır. Birincisi, ilk öncə mən onu deyim ki, Erdoğan hakimiyyətə gələndən, xüsusən də 2013-cü ildən sonra Türkiyə cəmiyyətində ciddi bir narazılıq var. Yəni, türklər ona layiq kəsim deyil. Türkiyənin elitası, Türkiyənin çağdaş, modern insanları, bu təfəkkürdə, bu cür düşünən insanlar, bir də Erdoğanın düşüncəsində olan insanlar. Bu, Türkiyə cəmiyyətində həmişə kifayət qədər belə qarşıdurmalar olub və bugünkü yaranan bu böhranın da ciddi səbəbi var. 1826-cı ildən 2-ci Mahmuddan, 3-cü Səlimdən başlayaraq Türkiyədə bir reform gedir. Onun arxasınca Atatürk Cumhuriyyət qurdu, Atatürk onun silahdaşları. Amma bu məsələ həmişə Türkiyə cəmiyyətində problem olaraq qaldı. Yəni, Türk cəmiyyəti bundan bir travma aldı. Və ona görə dalbadal Türkiyədə dövlət çevrilişləri, heç cürə Türkiyədə demokratiya oturmadı. Ona görə ki, bugün artıq 21-ci əsr, bugün dünyanın gəlib demokratiya oturuşub hər yerdə, hüququ dövlət, ifadə azadlığı, amma Türkiyə bu çaxnaşmalar davam edir. Bu ilk hadisə deyil ki, bu böhran baş verir. Türkiyədə AK Parti hakimiyyətə gələndən zaman-zaman belə çaxnaşmalar olub. Bu nəyin göstəricisidir? Bu onun göstəricisidir ki, Türkiyə bugün də hüquqi dövlət deyil. Türkiyədə bugün insanların bir çoxu rejim qorxusu yaşayır və ondan dolayı vəziyyət xeyli gərgin. Və bu günlərin milyonların meydanlara çıxması, təkcə İstanbulda yox, həmçinin Ankarada, İzmirdə, Adanada, Mersində, Antalyada, Bursada, bu onu göstərir ki, insanların bu rejimə qarşı, bugünkü hakimiyyətə qarşı bir etirazı var və insanlar da o etiraz hüququndan istifadə edir. Ona görə ki, ciddi bugün Türkiyədə artıq 10 illərdir ciddi bir narazılıq var. Və o narazılıq yığılıb və Əkrəm İmamoğlu'nun həbsi o son damla oldu. Bu insanların hamısı Cumhuriyyət Xalq Partiyasının üzvləri deyil. Bu insanların hamısı Əkrəm İmamoğlu'nu müdafiə eləmir. Bu hakimiyyətə olan ümumi etirazın ifadəsidir. Və onu da insanlar meydanda göstərirlər. Və mən bu kifayət qədər gözəl bir haldır, yaxşı bir haldır. Amma hakimiyyətin ona göstərdiyi münasibət adekvat deyil. Yəni, dövlət başçısı, prezident bu məsələlərə əvvəlki vaxtlarda olduğu kimi özünün kəskin ritorikası ilə insanları aşağılamaq, insanlara güc tətbiq eləmək, zor tətbiq, insanları təhdid etmək, bu heç də yaxşı hal deyil. Əgər Əkrəm İmamoğlu'nun hər hansı ya korrupsiyada, ya digər məsələlərdə bir günahı, cinayəti varsa, bu 16 milyonluq böyük bir megapolisi, İstanbul kimi dünyanın ən böyük şəhərinin birinin meridir, bələdiyyə başçısıdır. Bunu normal şəkildə istintaq aparmaq olardı. Bunu ilə belə həddə gətirmək olmazdı ki, bundan da Türkiyə iqtisadiyyatının belə kövrək vaxtında ciddi itkilərə məruz qaldı. 2 trilyondan çox birjadakı səhmlər dəyər itirdi. Artıq 31 milyard dollar demək, dolların, evronun məzənnəsini saxlamaq üçün pul xərclənib. Bu heç də son deyil. Bunlar əlbəttə ki, heç də Türkiyəyə yaraşan bir hal deyil. Yəni, demokratik dövlətə, hüquq dövlətinə yaraşan bir şey deyil.
Hələlik bu qədər Qurban bəy. Təşəkkürlər. Bəs siz dediniz ki, hakimiyyət adekvat addımlar atmır. Bir də dediniz ki, normal istintaq geçsəydi belə olmazdı, bu ziyanlar olmazdı. İstərdim ki, bu sualı aydınlaşdırasınız zəhmət olmasa. Siz hakimiyyət adekvat addımlar atmır deyəndə nəyi nəzərdə tutursunuz? Hakimiyyət nə eləyir, nə etməlidir, nə etməməlidir? Bir də ki, normal istintaq deyəndə siz nəyi nəzərdə tutursunuz? Qurban bəy, məsələ burasındadır ki, mən yenə də o fikrimə qayıdıram ki, biz Avropa ölkələrini baxaq, bizim üçün bu günlərin örnək olan ölkələr, Avropa ölkələri. Orada məsələlərə necə münasibət yanaşır? Bir bu, ikincisi də ümumiyyətlə hüquq dövlətində məsələyə necə yanaşılır? Türkiyədə faktiki olaraq tək adamlıq bir rejimdir, artıq bir 10 ilə yaxındır ki, bu tək adam rejimi hökmü sürür. Orada deməli icra hakimiyyətinin başçısının əlində cəmləşir. Azərbaycandakı kimi, digər ölkələrdəki kimi. Düzdür, Türkiyədə az-çox demokratiya var, Türkiyədə hələ də seçki var. Konkret olaraq sizin sualınıza gəlirəm ki, burada ciddi ittihamlar, hansı ki ciddi ittihamlar olunmuşdu. Sonradan məlum oldu ki, bu ittihamların içi boşdur. Belə ki, birinci, demək burada korrupsiya ilə bağlı olan, rüşvətlə bağlı olan məsələlər hələ də aydın deyil və bu məsələ ilə bağlı artıq jurnalistlər də tanış olublar. Dosya ilə, hansı ki müstəntiq çağırmışdı İmamoğlu'ndan, izahat almışdı. Bu da məlumdur. Ona irəli sürülən ittihamlar da məlumdur. Burada olan gizli şahidlər də məlumdur. Yəni ki, gizli şahidlərdən istifadə olunur və bütün mətbuat orqanlarının yazdığından belə qənaətə gəlmək olar ki, burada ciddi bir ittihamlar yoxdur. Və mən adekvat onu deyirəm ki, 16 milyonluq bir şəhərdə seçki ilə seçilmiş bir şəxsə bu cür münasibət olmalı deyil. Adi burada ciddi bir böyük bir terror hadisəsi yoxdursa, burada 100 milyonlarla korrupsiya hadisəsi yoxdursa, dövlət üçün təhlükəli bir şey mövcud deyilsə, adam ölkədən qaçıb getmək məsələsi gündəmdə deyilsə, bu məsələləri nəzərə alıb, bunun haqqında istintaq işi başlamaq olardı, heç bir səssiz, küysüz bu məsələlərə yanaşmaq olardı. Və ona görə bu cür alındı ki, Qurban bəy, deməli, hər dəfə hörmətli prezident Sayın Erdoğan həmişə öz rəqiblərini özü müəyyənləşdirir. Necə ki, düzdür, Azərbaycanda çox primitiv formasıdır. Az-çox müxalifət var Türkiyədə. O, özünə lazım olan rəqibi özü müəyyənləşdirir, kim bununla yarışacaq, kim seçkidə iştirak edəcək. İndi Türkiyədə iqtisadi vəziyyətin son dərəcə ağır olduğunu və faktiki olaraq onun rəqibləri ola biləcək şəxsləri indidən vurub sıradan çıxartmaq istəyir. Əlbəttə, qarşı tərəf də bunu bilir. Ona görə qarşı tərəf də buna hazırlaşır və sizin dediyiniz ki, seçkiyə 3 il qalıb, seçkiyə 4 ildə qala bilər, 5 ildə qala bilər. Bu partiyanın özünün hüququdur ki, və yaxud da namizədin özünün hüququdur ki, indidən prezidentliyə namizəd elan olunsun, onun təbliğatı geçsin, o geçsin seçicilərlə görüşsün. Və Erdoğan görəndə ki, bu hadisə surətlə inkişaf edir və getdikcə bunun hörməti, nüfuzu artır, ona görə buna əl atdı. Əgər siz deyirsiniz ki, 2-3 ildir bunun haqqında istintaq gedir. Bilirsiniz ki, Türkiyədə, tutaq ki, bizim ölkədən fərqli olaraq, həm də bilərək ki, Türkiyənin əsas şəhəridir, demək olar ki, iqtisadiyyatın ciddi hissəsi 60-70%-ə yaxını İstanbulda yerləşən müəssisələr, ticarət
mərkəzləri, ümumiyyətlə də yəni İstanbulun son dərəcə ciddi rolu var. Ona görə bu resursu bunun əlindən almaq üçün buna qarşı belə bir komplo quruldu və bunu adekvat deyəndə mən bunu nəzərdə tuturdum. Bu qədər. Yəni adekvat deyirsiniz ki, həbs olunmamalıydı da İmamoğlu. Bəli. Normal istintaq deyəndə. Bir də adekvat olmayan nə hərəkət edib hakimiyyət? Bir dənə onun həbsi mi? Bir dənə İmamoğlu'nun həbsi mi? Bəli, mən hesab edirəm ki, bu köhnə avtoritar rejimlərdə olan əhalinin içində xof yaratmaq, qorxu mühiti yaratmaq üçün gecə yarısı gedib bunun həbs olunması, özdə təkcə İmamoğlu həbs olunmuyub ki, İmamoğlu'dan başqa yenə 3-dür, 4-dür bələdiyyə sədri, təxminən 100-ə yaxın, bəlkə də 100-dən çox adamlar həbs olunub bununla bağlı. Bir çox İmamoğlu ilə əlaqəsi olan adamların mülklərinə əl qoyulub. Yəni bunun hamısı mən antidemokratik hesab edirəm və hüquqi dövlətdə bu məsələlərə rast gəlinməməlidir. O baxımdan mən belə bunu dedim. Adekvat onu ifadə eləmək istəyirəm. Əli bəy, 493-cü ildə Əbülfəz Elçibəyin siz də o hökumətə təmsil olunurdunuz. Tətbiq etdiyi metodlar adekvat idi yoxsa yox Suriyyət sülhünün hərəkətlərinə qarşı? Xeyr, adekvat deyildi. Nə baş verirdi? Qurban bəy, yəni bütün müqayisələr də qüsur axtarmaq olur, amma bugünkü Türkiyədə baş verənlər nə? 1993-cü ildə 4 iyun qiyamını müqayisə eləmək mən hesab edirəm kifayət qədər qüsurlu. Ümumiyyətlə heç onun yeri yox. Onda bir dövlət çevrilişi baş vermişdi. Sualım mənim konkretdir. Sizcə sizin təmsil olunduğunuz hakimiyyət 493-cü ildə baş verən hadisələrə adekvat idi yoxsa yox? Xeyr. Niyə? Ona görə ki, dövlət öz üzərinə düşən funksiyanı yerinə yetirməlidir. Neynəməli? Həmin üsyanı yerində yatırtmalıydı. Necə? Həmin adamlar həbs edilməliydi. Aha. Demək 4 iyunda deyirsiniz ki, Əbülfəz Elçibəy hakimiyyəti adekvat hərəkət eləmədi. Yəni həbs eləməliydi, eləmədi. Güc tədbiq eləmədi. Üsyanın qarşısını almalıydı. Sizcə hardan bilirsiniz ki, indi məsələn İstanbulda baş verən bu hadisələrdə hakimiyyət bu tədbirləri görməsəydi 493-cü ildə Azərbaycanda baş verən hadisələr ola bilər ya ola bilmir. Bunu hardan bilirsiniz siz? Deməli, mən bunu oradan bilirəm ki, hörmətli Qurban bəy, bu adam bələdiyyə sədridir. Buna elan olunmuş ittihamlar ortadadır. Hətta bu ittihamların hamısını Türkiyə Respublikasının prezidenti hörmətli Erdoğan dili ilə səsləndirib. Ondan həftələr öncə, bir neçə gün öncə bunların hamısını yandaş, deməli, iqtidara yaxın olan mətbuat orqanları tərəfindən, media orqanları tərəfindən, televiziyalarda həmin jurnalistlər səsləndiriblər bunu. Yəni siz də bilirsiniz ki, bu həm qanuna ziddir, həm də hüquqi dövlətlərdə belə şey ola bilməz. Prezident özü, Ədliyyə naziri iddia eləyirsə ki, bunu məhkəmələr araşdıracaq, Türkiyədə yargı müstəqildir. Belə görüşür ki, qətiyyən elə deyil. Və mən ona görə bu qənaətə gəlirəm ki, təkcə bu məsələ İmamoğlu ilə yekunlaşmayacaq. İkinci Ankaranın bələdiyyə başçısı var. Deməli, Mansur Yavaş. Artıq həmin bələdiyyələrdə də yoxlamalar başlayıb. Eyni şeyi orada da davam elətdiriləcək. Yəni burada məqsəd Erdoğan özünə
qarşı rəqib olacaq şəxslərdən təmizləyir özünü ki, ya özünün təyin edəcəyi şəxsin seçkilərdə ciddi rəqibi olmasın. Belə. Əli bəy, siz istər dünya təcrübəsindən, istərsə də Türkiyənin öz təcrübəsindən bir dənə misal gətirə bilərsinizmi ki, seçkiyə 3 il qalmış prezidentlər namizəd seçilir bu qaydada, belə bir kampaniya vasitəsilə. Dünya təcrübəsində və Türkiyə təcrübəsindən. Qurban bəy, siz də, mən də dəfələrlə şahidi olmuşuq ki, sizin yaşadığınız Böyük Britaniyada da o cümlədən Avropa ölkələrinin mütləq əksəriyyətində demokratiya olan ölkələrdə hüququn işlədiyi, qanunun aliliyi olan ölkələrdə vətəndaşların iradəsinin əsas olduğu ölkələrdə iqtisadiyyat zəif olanda, hər hansı bir problem olanda erkən seçkilər keçirilir. Mən elə sizin sizə xatırladım ki... Necə başa düşmədim. Mənim sualım qalıb kənarda, özünüzdən nə uydurursunuz bu şey? Mən sual verdim. Niyə uydururam ki? Siz konkret mənim sualım qalıb kənarda axı. Mənim sualım birini deyirəm ki, dünya təcrübəsində və Türkiyənin əsas öz təcrübəsində belə bir indi fakt olunmu ki, prezident seçkilərində 3 il qalmış vahid namizəd, prezidentin namizəd seçkisi keçirilir hər hansı partiyada ya hansı bir qrupda. Hörmətli Qurban bəy, deməli Türkiyənin həm anayasasına görə, qanunlarına görə yazır ki, Buğar İskəndərov, yazır ki, Qurban bəy, Əli Quliyev siz verən suallara, düzgün cavablara bilmir və suallıdan yan qaçır. Niyə qaçırsınız ki? Suala cavab verin. Hörmətli Qurban bəy, mən xahiş edirəm, deməli, bax bu deyirdimi, mənə baskı kimi bu metodlardan imtina edəsiniz. Hər hansı bir tamaşaçının, hər hansı bir fikir yazmağı o tamaşaçının öz fikridir. Mən konkret sizin verdiyiniz suala gəldim. Deyirəm ki, bu nə Türkiyə anayasasına, Türkiyə konstitusiyasına zidd olan bir şeydir, nə də Türkiyənin siyasi partiyalar haqqında qanuna zidd olan bir şeydir. Bu, hüquqi cəhətdən keçirilən ilkin seçki deyil, primary'sdir. Partiyanın ixtiyarı var ki, nəinki 3 il, 5 il qalmış da öz namizədini müəyyənləşdirsin. Bu təmayül seçimidir. Yəni, umumi yoxlayırlar, adam seçirlər namizədlərin. Bu da təbliğat apar. Burada nə var ki? İcazə verin, hörmətli Əli bəy. Mən demədim, bu atılan addım qanuna uyğundur yoxsa yox. Mən hüquqşünassam, sualı niyə, necə verim, özüm bilirəm. Mən sizə soruşmadım ki, İmamoğlu'nun hədiyi atdığı bu addım qanuna uyğundur yoxsa yox. Mən dedim ki, dünya və Türkiyənin təcrübəsində belə bir hal olubmu, konkret hal, fakt, varsa qoyunu deyin ki, budur bax, Türkiyənin özünün tarixində olubdur ki, 3 il, 2 il bundan qabaq, seçkidən qabaq namizəd müəyyənləşdirilir. Mesela Amerikada nə vaxt başlayırlar namizəd? Amerikada seçkilərə 1 il qalmış, 1 il. Ən azı 1 il qalmış proses başlayır. Bəli. Amerika ilə Türkiyəni müqayisə eləmək heç sürə düzgündür. Düzdür. Neçə il qalmış başlayıb? Təcrübə varmı belə bir şey? 3 illik. 3 il təcrübəsi yoxdur. 3 il təcrübəsi yoxdur. Türkiyədə də belə rejim olmuyor baxı heç vaxt. Türkiyədə kifayət qədər həm məhkəmə orqanları, həm qanunverici orqanlar demək olar ki, ali qanunverici orqanın başçısının əlindədir. Yəni, faktiki olaraq bugün Türkiyədə avtoritar bir rejim var. Ədalət və Qalxınma, Ədalət və İnkişaf Partiyasının sədri Erdoğan həm partiyanın sədridir, həm də prezidentin sədridir və faktiki olaraq avtoritarlaşıb. Burada heç bir qanunsuz bir şey yoxdur, belə. Yəni, siz avtoritarlığın və ya tərifin, əlamətin belə ifadə elədiniz ki, həm partiyanın, həm də sədri, həm də prezident olanda avtoritar olur. Bəli. Siz heç bir müqayisə gətirə bilməzsiniz. Azərbaycanda elədir, Türkiyədə elədir,
Hörmətli Ali bəy. Tutaq ki, avtoritar rejimlərdə bu mövcuddur. Hörmətli Ali bəy, onda siz avtoritar rejimdə icra hakimliyinizi işləmişsiniz. Bəs ne işləyirdiniz? Nəsim öyle bir böyük rayonun başçısıydınız. Əvvəl Elçi bəy həm prezident idi, həm Xalq Cəbhəsinin sədri idi. Qurban bəy, məsələ burasındadır ki, birinci, Azərbaycan ciddi dövlət ənənəsi olmayan bir ölkədir. İkincisi, Azərbaycan Xalq Cəbhəsi partiya deyil. Partiyalar haqqında qanun mövcud deyildi. Səsiniz ne baktı belə? Eşitmirsiniz mənim səsimi? Səsiniz birdən-birə baktı. Mənim səsim başımı yaxılır. Niyə? Dostlar, əziz təmətənlər, tamaşaçılar, siz Ali bəyin səsini İndi eşidirsiniz Qurban bəy? İndi düzəldi. Üzr istəyirəm. Nətər o ki, sizə gələndə, sizin təmsil olduğunuz hakimiyyətə gələndə bu avtoritar olmur Elçi bəy. Siz də o icra başçısı olmuşsunuz. Amma Türkiyə gələndə o avtoritar necə olur? İcazə verin deyim də. Qurban bəy, birinci cəmi bir il hakimiyyətdə oldu. Hakimiyyətin də o bir illik hakimiyyətin belə arasında söz var. Nə yatdıq ki, nə də yuxu görək. Yəni bizdə yenicə dövlət formalaşırdı. Biri də var ki, Türkiyə kimi neçə yüzlük dövlətçilik təcrübəsi olan bir dövlət, bu müqayisə düzgün deyil axı. Yəni deyirsiniz ki, dövlət yeni formalaşanda avtoritarizm olar hə orada? Yox, hansı avtoritarizm var idi orada? Sizin dediğiniz sual verdim, tamaşacı eşitir da. Deyirsiniz ki, hem prezident hem partiya sədri olmaq bu avtoritarizm əlamətidir. Mən də deyirəm ki, Həfiz Elçi bəy, o vaxt bütün partiyaların üstü olan hətta, partiyalar üstü təşkilatın AXC gəlmişdi hakimiyyətə, AXC kimi, AXC-nin sədri olaraq qalırdı, həm də prezident idi. Siz də onun icra başçısı. Siz deməli özünüz avtoritar rejimin iştirakçısı olmuşsunuz da. Qurban bəy, avtoritar rejim 20 il hakimiyyətdə olmaqdır. Avtoritar rejimin onda Elçi bəy olardı ki, Elçi bəy dalbadal konstitusiyada yazılmasına rəğmən ki, bir şəxs 2 dəfə prezident seçilə bilər. Amma Erdoğan 3 dəfə prezident seçilir. Konstitusiyanı pozub. Ali bəy, gəlin belə bir şərt ilə, xahiş edirəm. Ardızlı gedək də var. Avtoritarizmin əlaməti kimi onu dediniz. Mən sizə sual verdim. Onu atdı, yadınızdan çıxdı. Başqa bir əlamət gətirdiniz ki, 20 il əgər hakimiyyətdə qalmışsa bu avtoritarizmdir. Onda məcburam bu sual verəm. Merkel də 19 il hakimiyyətdə qalmışdı. Onu da avtoritarizmin lideri sayırsınız yoxsa yox? Əlbəttə ki, yox. Niyə, nə oldu ki? Almanya Avropanın demokratik bir dövlətidir. Qurban bəy, mən hesab edirəm ki, bax, biz əvvəlcədən düzdür, danışdıq. Elə bir ki, siz mənə sual verin, mən sizə cavab verin. Burada istintaq getmir ki. İstəyirsiniz, mən avtoritarizm nədir? Mən axı dəfələrlə dedim. Əli bəy, yüz istəyirəm. Görürsün, mən tamaşaçılar görürlər ki, burada ən çox mən sizə şərait adam danışasınız, mən ara bir suallar verirəm. İstəyirəm ki, dediyiniz yanlış fikirləri ifadə edəsiniz, tamaşaçı görsün ki, siz nə qədər yanlış mövqedəsiniz. Mənim niyyətim budur. Siz də istəyiniz və mənə sual verə bilərsiniz. Mənim yanlış olduğumu sübut eləmək üçün mən sizə cavab verəcəyəm. Mən hələ danışmıram. O hüququmdan istifadə eləməmişəm. Sadəcə sual verib sizin danışmağınız üçün daha çox şərait yaradıram. Bunu hamı görür. Deyirəm, necə olur ki, bax, prezident və partiya sədri olmaq avtoritarizmdirsə, Elçi bəy avtoritar deyir, siz də onun icra başçısı, bu bir. Sonra deyirsiniz ki, 20 il hakimiyyətdə qalıbsa avtoritarizmdir. Deyirəm, Merkel də qalıb 19 il, başqa ondan da çox olan 10 illərlə, nə bilim, 15-20 il olan adamlar da var. Amma onlar öz tarixlərini avtoritarizmin barısı kimi qalmayıblar. Sevilən hökmdarlar kimi qalıblar. Necə olur? Müddət bəyən... İcazə verin deyim də. Buyurun. Birinci, Almaniyanın dövlət sistemi ilə Türkiyənin sistemi fərqli sistemdir.
Aha. Əgər tutaq ki, Merkel də qanunu, konstitusiyanı pozub 20 il hakimiyyətdə otursaydı, onda siz deyənin. Və yaxud da əgər Türkiyədə prezident üsulu idarəsi yox, parlament üsulu idarəsi olsaydı və hər dəfə seçkilərlə Erdoğan baş nazir olsaydı, onda mən sizlə razıydım. Amma bugün bunu mən demirəm. Bütün dünya deyir bunu ki, Erdoğan avtoritar lider. Mən bayaqdan görürəm ki, siz qərbi ağzı ilə danışırsınız. Avropa, Türkiyənin düşmənləri Erdoğan'ı bəhanə edib Türkiyə qarşı düşmənçilik edərsən, hansı ifadələri işlədilərsə, siz olduğu kimi təkrarlısam bunu görürəm indi. Bir deyəcəyəm. Söhbət ondan gedir ki, siz bu dəqiqə böhtan atırsınız Erdoğan'a və Türkiyə xalqına, Türk seçicisinə. Hansı böhtanı? Deyirsiniz ki, Erdoğan qanunu pozub o prezident. Elə ki, çevrişi edib Erdoğan. Nə bilim, başa düşməyim, seçki saxtalaşdırıb. Neyin idi ki, deyirsin, qanunsuz gəlir? İcazə ver, deyim. Buyurun. Türkiyə Anayasasının 101-ci maddəsində açıq aydın şəkildə yazılıb ki, bir nəfər yalnız 2 dəfə prezident seçilə bilər. Erdoğan 3 dəfə umumxalq səsverməsi ilə səsvermə keçirilib prezident olur. Yəni konkret bunu demək istəyirdim. Konkret bunu demək istəyirəm ki, qanunu pozub. Bu bir. Yox, yalan informasiya verirsiniz. Olmaz belə Ali bəy. Hansı yalan ifadəni? Türkiyə umumxalq səsverməsi ilə deyirsiniz ki, Erdoğan 3 dəfə prezident seçilib. Bəli. Buyurun, sübutu qoyun otağa görə. Nə vaxt 2 dəfə prezident seçilib? Zəhmət olmasa, hörmətli Qurban bəy, əlinizin altında məndən fərqli olaraq sizin kompüter var, girə bilərsiniz ora. Buyurun. Deməli, 2007-ci ildən 2014-cü ilə qədər umumxalq səsverməsi ilə Abdullah Gül olub. 2014-cü ildən Erdoğan prezident, umumxalq səsverməsi ilə prezident olub. 2014, 2018, 2023 dəfə. Onların konstitusiyasında dəyişiklik olanda Erdoğan'ın seçilməsi qanunlaşdırılıb orada. Siz isə deyirsiniz ki, Erdoğan qanunsuz seçilib. Bəli, onun konstitusiyasında həmən maddə göstərə bilməzsiniz. Bu maddə Türkiyənin ən aparıcı anayasa, hüquqşünas, konstitusiya hüququndan ciddi bilgisi olan adamların hamısı, o cümlədən bir çox siyasi partiyaların hamısı sonuncu dəfə Erdoğan namizədliyini irəli sürəndə 2020 bunun ciddi əleyhinə çıxdılar. Dedilər ki, bu konstitusiya pozuntusudur. Amma ona baxmayaraq verdi. Namizədliyin verdi. Siz ondan başqa bir sual salacaq ortalığa. Buyurun. Əvvələn mən hesab edirəm ki, siz burada yanlış məlumat yayırsınız. Yanlış məlumat vermirəm, Qurban bəy. Fikrimi deyim, mən səhifəmi tamaşaçı qeymət edəcək. Üzr istəyirəm. Mən hesab eləmirəm ki, Erdoğan qanunsuz seçilib, İlham Əliyev kimi saxtakarlıqla seçilib. Baba, sizə dediyiniz həqiqətsə, onda sual çıxır ortalığa. Erdoğan qanunsuz əgər seçilirsə, hakimiyyəti zəbt edibsə, onda bu İmamoğlu, bu cəhbə hardaydı, bu milyonlarla insan niyə susurdu? Hörmətli Qurban bəy, mən bir də ona gəlirəm ki, Türkiyə, mən Avropa ağzı ilə danışmıram. Türkiyə... İndi olma subut edirəm ki, Avropa ağzı ilə danışırsınız siz. Buyurun, subut eləyin. Deməli, Türkiyə bütün hesabatlarda müstəqil Avropa institutlarının, dünyada mövcud olan institutların siyasında hüququn üstünlüyü indeksində 147 ölkə arasında 137-ci yeri tutur. Mən yenə sualım qalıb kənarda. 117-ci yeri tutur, bəli. 117-ci. Nə aliyyatı var dediniz o şeyin? Ona gətirirəm ki, sizin dediklərinizi hüququn işlədiyi, qanunun alili olan ölkələrdə həyata keçirmək olar. Axı, Türkiyədə onu necə sübut eləyəsən? Ali bəy, mənim sualımı siz eşitdiniz, nə sual verdi?
Türkiyənin müxalifəti yadımdan Yəni, çıxmadı. Yaxşı burada mən xatırlayıram. bir də təkrarlayayım onu da. Yox, Əs təkrarlamayın. Mən cavab verə bilərəm. buyurun cavab verin zəhmət olmaz. Məsələ burasındadır ki, hörmətli Qurban bəy, bir sıra müxalifət nümayəndələri o vaxtlarım getdilər, onların Mərkəzi Seçki Komissiyasını əvəz edən qurumları var da, ona şikayət elədilər ki, bu ola bilməz. Ayrı-ayrı vətəndaşlar getdi, mətbuatda yazdılar bundan, hüquqşünaslar, konstitusiya hüququ ilə məşğul olan hüquqşünaslar çıxış elədilər, şərh elədilər, dedilər bu olsun. Bu bir. İkincisi, əlbəttə mən müxalifəti də qınayıram ki, elə müxalifət ciddi müxalifət olsaydı, zəif müxalifət olmasaydı, udardı da onu seçkilərdə və onun qarşısını ala bilərdi. Mən razıyam. Amma mən istəyirəm ki, Qurban bəy, elə bir ki, biz daha çox bu Erdoğan, Əkrəm İmamoğlu müstəvisində yox, daha çox bunu Türkiyədə demokratiyanın vəziyyəti ilə bağlı, demokrat mətbuatın azadlığı ilə bağlı, Türkiyədə bu hakimiyyət strukturlarının müstəqil olmaması ilə bağlı bu istiqamətdə qurardıq. Amma necə deyirsiniz? Buyurun. Siz dediniz mövzu tamam başqadır. Bizim bugünkü mövzumuz Türkiyədə baş verən bu hadisələrin öncə qiymətləndirilməsidir, ona münasibətdir. Hörmətli tamaşaçılar yazırlar ki, Qurban, sən gedərsən Türkiyə, sənə tutu verəndə İlham Əliyevə, Türkiyə, bilərsən ki, Türkiyə vəziyyət necədir. Halal olsun o dostlara. Əlbəttə halal olsun. Birazdan laf çox halal olacaq, darıxmayın. Əli bəy, mənim dediyim sualı ya mən deyə bilmədim, ya da mənim sualım eşitmədiniz, ya da yenə həmişə olduğu kimi qəsdən sualdan yayınırsınız. Sualdan yayınmıram. Ola bilər mənim cavabım istiqanə eləməsin. Sualı təkrarlayıram. Təbii ki, siz cavab vermək hüququnuz var. Ona görə təkrarlayıram bir də tamaşaçı bilsin. Sual belədir. Necə olur ki, sizin iddia etdiyiniz kimi, baxmayaraq ki, mən bunu yanlış və böhtan hesab edirəm Erdoğanın və Türkiyə xalqının ünvanına, ki, hakimiyyət orada zəbt olunubdur. Erdoğan qanunsuz seçilib, hakimiyyəti zəbt edibdir. Və xalq susub, parlament susub müxalifət. Necə olur ki, Türkiyə dövlətinin hakimiyyəti işğal olunanda adamlar susur, amma özünün şəxsi marağına təsir edəndə, toxunanda adam çıxır küçəyə. Sizdə bu əxlaqidirmi? Sizdə bu səmimidirmi Erdoğan'ı müdafiə edənlər, İmamoğlu müdafiə edənlər? Türkiyə vacibdir, yoxsa İmamoğlu? Bu sualına bunu dedim sizə ki, siz bunu necə qiymətləndirirsiniz? Əgər siz dediniz düzdürsə ki, Erdoğan hakimiyyəti zəbt edib. Buyurun. Aydındır Qurban bəy. Mən konkret cavab verirəm. Birinci, Qurban bəy, mən demədim ki, işğal edib hakimiyyəti, zorla ələ keçirib. O ifadələr sizə məhduddur. Mən dediyim sözü bir də təkrar edirəm. Qanunsuz yolla Türkiyə anayasasını pozaraq prezident olur. Onu da onunla ifadə elədim ki, bir şəxs yalnız 2 dəfə ola bilər. 3-cü dəfə ola bilməz. Bu, konstitusiyanı pozmaq. Belə. Qaldı ki, hörmətli Qurban bəy, nə Erdoğan, nə İmamoğlu yox, xalq, milyonlarla xalq bu prosesdə iştirak edir. 15 milyon yarım, 15 milyon 500 min adam bu səs vermədə iştirak edirlər və bu səs vermədə İmamoğlu'nun prezident kimi, prezidentliyə namizəd kimi görməklərini ifadə edirlər. Bu faktdır. Mənim sualıma nə adət var, bunu başa düşmədim. Yox, siz deyirsiniz ki, xalq niyə onda çıxa bilmədi? Xalq çıxa bilmədi də. Türkiyədə xalq istənilən vaxt özünün sərbəst toplaşma hüququndan ifadə eləməyə qorxur. Ona görə ki, bir neçə il bundan qabaq gəzi hadisələri olmuşdu Taksimdə. Onu necə amansızlıqla yatırdılar və
yüzlərlə adamı tutdular. Orada hətta ölənlər də oldu. Belə də qorxur adam. Təşəkkürlər. Mən əsən vətəndaş hörmət tamaşaçılar. Görürsünüz ki, bayaqda mən sada sual verirəm və zaman baxımından hörmətli Əli bəy məndən çox danışır. Özüm də qəsdən şərait yaradıram ki, ürəyindən keçən istədiyi argumentləri tam səsləndirə bilsin. Sonra mən iddiam eləməsin ki, həmişə olduğu kimi sən mənə danışmağa imkan vermirsən. Ona görə icazə verin, indi mən bugünə qədər, indiyə qədər də bugün deyirəm, indiyə qədər dediklərinizdən bağlı kimi deyim mən. Əvvəla mən hesab edirəm ki, siz Türkiyə vətəndaşlarına, Türk dövlətinə böhtan atırsınız. Türkiyə ilə bir banan respublikası deyil ki, orada kimsə qanunsuz gəlib prezident ola, cəmaata susa belə bir Türkiyə yoxdur yer üzündə. Siz niyə bunu edirsiniz, özü bilərsə Allah az bilər, hörmətli Əli bəy. İkincisi, mənim verdiğim sual çox aydın idi. Burada sağ olsun bəzi tamaşaçılar yazırdılar ki, Azərbaycanın müxalifəti kimi hərəkət edir güya. Güya yox, həqiqətən də elə İmamoğlu və onu bugün müdafiə edənlər. Deməli, bir nəfərin güya həbsinə görə Azərbaycanda bilirsiniz da, Mehman Hüseynov həbsdə olanda Tovik Yaqublu və bir çox adamda gedib bölüm vermişdilər, müsavatda aclıq edirdilər. Bir adama görə, tərtər boyda cinayətə görə vicdanına deyildi. Bu düşünməlisən sən. Əgər belə bir şey görürsənsə millət olaraq, mütləq düşünməlisən ki, nə baş verir? Necə olur ki, azlığı bir deyək ki, bir adamın hüququna görə küçəyə çıxan adam, iki adamın hüququna görə küçəyə çıxmır. Necə olur ki, bir erkəyə görə güya piket edən, miting edən adam, partiya, sənin jurnalist qaymaqları həbs olunubdu, abzas meyli, qadınları, qızlar, qız uşaqları həbs olunubdu, vecinə deyil. Düşünməlisən, şübhələnməlisən ki, nə baş verir bu ölkədə? Sual ona görə mən verdim, Əli bəy də sualdan gözü qaçdı. Ki, İmamoğlu əgər onun ləyaqətli siyasətçidirsə, əgər CHP-nin rəhbərliyi bugünkü ləyaqətli mövqe tutmuşlarsa, əgər Əli Quliyevin dediyi doğrudursa ki, baxma ki, mən deyirəm, bu yanlışdır, böhtandır, güya ki, Erdoğan qanunsuz gəlib hakimiyyətə, qanun pozması ilə, gələ onu etiraz edirlər, eləmədilər. Eləməyiblər, belə şey olmuyor. Çünki Əli bəy bunu yalan deyir, böhtan deyir, belə şey olmuyordu. Olsaydı İmamoğlu etiraz edirlərdi CHP-də. Mənim burada bayaq deyəndə ki, hörmətli Əli bəy, siz Avropalıların bəzi Türk düşmənlərin ağzı ilə danışırsınız, deyir ki, yox. Deməli, dostlar, uzun müddətdir, bəzi qərb dairələri, Türkiyənin əleyhinə olanlar çalışırlar Erdoğan haqqında tək adam rejimi, bayaqdan ki, 10 dəfə işlədibdir, görürsünüz, Əli bəy, tək adamlıq rejim. Bu söz Əli Quliyevin sözü deyil, Azərbaycanın sözü deyil. Bu sözü ilk dəfə Avropadan, xaricdən bəzi adamlar işlədirlər və onu Türkiyənin daxilində də salıblar bəzi dırnaqarası müxalifətin dili ilə təkrarlayırlar. Tək adam rejimi nə deməkdir? Əziz vətənlər, Türkiyə Azərbaycan deyil. Bir çox məsələlərdə demokratiya şəxsən baxımından da Türkiyə Avropadan da irəlidədir. Dünyada elə bir demokratik dövlət görməzsiniz ki, orada parlamentdə terrora dəstək verən adamların qrupu olsun. Gəlib parlamentə danışsın da, bir şey yoxdur. Kataloniyada, İspaniyada dostlar, müstəqillik haqqında danışan adamları bildilər, edədilər. Əli bəy bunu məndən yaxşı bilir. Üzv elədilər, tədənən gördülər ki, lider bildir, hamısı həbsdə soxda elsəyəli, qutab bitdi o şey. Amma Türkiyədə demokratiya qışqırıb, gəlib oturub parlamentdə, nədir, terrorçunu tərəfləyir, danışır, sözün deyil, istədiyi şey danışır deyil. Budur demokratiya. Hə, eyibləri var Türkiyənin, böyük nöqsanları var Türkiyənin. Bu günləri baş verən proses, əgər əllərində balta, üzlərində maska olmasa, bu demokratik prosesdir. Amma ələ balta gəlib, maska taxılanda qorur terror hərəkətləri, gəzi hərəkətində ki, mütləq qarşıda alınmalıdır. Qarşıda alınmazsan, Əbülfət Elçivə kimi dağa dırmaşarsan, sənin də icra başçısın Əli Quliyev kimi vətəndən didərgin düşə gedə oturar Ukraynada bombanın altında. İndi oturar Qurban Məmmədovuna burada mübahisə eləyərlər. Məsələ budur. Dövlət özünü qorunmalıdır. Demokratiya qorunmalıdır mütləq. Qanunçuluq təmin olunmalıdır. Başqa bir məsələ var. Mən istəyim sual verəm hörmətli Əli bəyə. Bu barədə də necə yanaşır fikrini desin. Əli bəy,
Bugün bir İmamoğlu həbs olunub. Deyəsən bir də bir 80-90 nəfər onun ətrafındakı insanlar, milyonlarla adam çıxıb küçəyə. Əlbəttə siz bilirsiniz FETÖ adı altında Türkiyədə nə qədər adam həbs olunub, həbsxanada nə qədər qadın var və həbsxanada nə qədər doğulan uşaq var. Bunun xəbəriniz varmı? Əlbəttə var ki. Nə Elə qədər adam var? FETÖ adına həbs olunan nə qədər adam var? 10 minlərlə, bəlkə də 100 mindən çox. Deyə bilmərəm dəqiq rəqəmi. 250 mindən çoxdur. Hörmətli Qurban bəy, ona görə deyirsiniz də, Türkiyədə demokratiya fontan eləyir. Deməli, Mən söz demədim. Mən sual verirəm sizə sadəcə olaraq. cavab verirəm də, cavab verirəm. O həbs olunan adamların 90%'nin heç bir günahı yoxdur. Hər hansı bir təriqətə mənsub olmağından dolayı bu təriqətə üzvləri olublar. Biri gedib Afrikada, nə bilim Azərbaycanda, Rusiyada. Ona vaxt itirməyək. Biz deyək ki, Bəli, yəni adamların fəaliyyətindən danışmırıq. Mən başqa sual verirəm sizə. Dediniz çox sual. Və siz etiraf elədiniz Səməd. Baxın, ekranda gördüyünüz hörmətli mənim dostuma, qardaşım Əli Quliyev etiraf edir ki, Türkiyədə FETÖ adına həbs olunan adamların 90%'i qanunsuz həbs olunur. Düz mü başa düşdü Əli bəy? Günahsızdır, bəli. İndi sizdən mən soruşuram. Bu müdafiə edədiyiniz İmamoğlu və onu müdafiə edənlərin ləyaqəti hardadır ki, 90% insanı qanunsuz həbs olunubdur. Bu cüdə qədər küçəyə çıxmırlar. Sizcə bu adamın özləri kimdir? Bunlar səmimidirlərmi? Doğrudan mı bunlar siyasət namına, Türkiyə namına çıxırlar küçələrə? Adamlar çıxarlar küçələrə? Doğrudan mı müəllimlər, universitet müəllimləri, tələbələri Türkiyə namına çıxarlar küçələrə ki, gedib o dəstək verməyinlə biz qovacağıq, nə bilim, dərsə buraxmayacağıq? Doğrudan mı? Necə olur ki, özünüz etiraf edirsiniz, 90% adam həbs olunubdur qanunsuz, 250 mindən çox adam həbs olunub. Bugünləri Türkiyədə həbsxanada doğulan uşaqlar var. Minlərlə, 100 minlərlə ləyaqətli, savadlı müəllimlər təqib olunur. Məhz bu Türkiyə hökuməti tərəfindən. Nəyə görə İmamoğlu və onu bugünləri müdafiə edənlər bu qaydada küçəyə çıxıb etiraz eləmə bilər? Xahiş edirəm, buyurun bunu izah edin. Qurban bəy, mən konkret olaraq İmamoğlunu müdafiə eləmirəm, konkret. Mən qanuna yanaşmadan, qanun pozuntusundan danışıram və hesab edirəm ki, düzgün həbs olunmuyub. Amma mən ona cavab verə bilmərəm. Nəyə görə İmamoğlu, o adamlar ona etiraz eləmirlər? Onun cavab verə bilmərəm. Amma onu deyə bilərəm ki, Türkiyədə elə bir ictimai rəy yaradıblar ki, elə bir qorxu mühiti yaradıblar ki, FETÖ terror təşkilatı deyəndə insanların hamısı qorxur da. Ona görə deyirəm ki, Türkiyədə demokratiya yoxdur. Əli bəy, mən sualı ya verə bilmirəm ya da siz qəsdən yayınırsınız mənim sualımla. Mən sizə demirəm ki, İmamoğlu niyə etiraz eləmədi? Mən deyirəm ki, niyə etiraz eləmədin bilirsən. Siyasətçi kimi sən kənardan necə qiymət verirsən? Burada deməli 250 mindən çox adam həbs olunub. 90% özünüzün etiraf etdiyinizə görə qanunsuz həbs olunub. Bugünləri Türkiyənin həbsxanalarında doğulan uşaqlar var. Qadınlar həbs olunur. Bugünləri FETÖ adında həbs olunan insanlara yardım edənlər həbs olunur. Onların ailələrə çörək verənlər həbs olunur. Şəxsən sən Əli Quliyev susubsan, İmamoğlu susub, sən müdafiə edin adam. Və bu adamlar küçəyə çıxmayıblar. Soruşuram ki, sizcə bu əxlaqidirmi? Siyasətçi kimisinin qiymətinizi bilmək istəyirəm. Bu qeyri-əxlaqidir, qeyri-əxlaqidir. O baxımdan mən deyirəm ki, bayaq dedim fikrimi, bir də ona qayıdıram ki, Türkiyə cəmiyyəti haqqında demokratik cəmiyyət, vətəndaş cəmiyyəti demək olmaz və sözümün təsdiqi də kimi o 100 minlərlə həbs eləyən hakimlər, prokurorlar, onu müdafiə eləməyən vəkillər mənim dediyimin doğruluğuna gətirib çıxarır. Qaldı ki, mənim imkanım olmayıb, Qurban bəy. Onda internet yox. Mən sizlə burada mübahisəni eləyirəm. İmamoğlu onu müdafiə eləyən bu günləri Türkiyəni qarışdırmaq istəyən adamlardan mən sizə danışıram. Deyirəm, bu adamlar doğrudan da siz dediyiniz kimi demokratiya naminə, haqq və hüquq naminə küçəyə çıxıblarsa,
Nəyə görə 250 binin 90% özünüzü etiraf edədiyiniz kimi qanun həbs olunan 250 bin adama görə sərtlərin çıxarıb küçəyə çıxmayıblar. Niyə? Hamısını deyə bilmərəm, amma mən gənclərə onu aid eləmirəm. Ona görə ki, onda onlar yeniyetmə idilər, bir çoxu. Bunlar gənclərdir. İnstitutda, universitetdə oxuyan adamların bugün 18-20 yaşı var. Onlar hansı haqqından çıxa bilərdilər? Amma indi Türkiyədə olan ədalətsizliyə qarşı, Türkiyədə olan bu iqtisadiyyatın bu vəziyyətdə olmasına, kasıbçılığa qarşı, zülmə qarşı etiraz edirlər. Gənclərə aid eləmirəm, amma siyasi partiyalarla bağlı razıyam sizdən ki, qeyri-əxlaqi. Onlar fikirləri, münasibətini bildirməliydilər, etiraz eləməliydilər. Bütün Türkiyə etiraz eləməliydi ona. Təşəkkürlər. Mən sizin son dediyinizi açıq başa düşmədim. Dediniz ki, nə bilim, orada uşaq edilər, 19 yaş vardı, etiraz elə bilməzdilər. Kimi nəzərdə tutursunuz, anlamadım. Mən tələbələri deyirəm. Orada kifayət qədər tələbələr iştirak edir. Türkiyənin ən qabaqcıl universitetinin tələbələri, ODTÜ, Boğaziçi, Yıldız Universiteti, o universitetin tələbələri o yaşda döyüldülər ondakı, çıxsınlar, etiraz eləsinlər, bu məsələyə münasibət bildirir. O söz təzə böyük, o da təzə böyüdülər. O vaxtı bəyəm, o lazım yaşlarda yox idi Türkiyədəki çıxala küsələrə. Bu nə məntiqdir belə? Yox, siz deyirsiniz ki, bugün etirazda iştirak edən adamların bir çoxu, niyə o zaman çıxmadılar? Mən də deyirəm ki, bu gənclərə aid deyil. Yox, mən elə sual vermərəm, mənim ağlım o qədər qaçmıyor deyəm ki, niyə 11 yaş uşaq çıxmayıb işə. Deyirəm ki, bu günlər küçəyə çıxan İmamoğlu və onu müdafiə edənlər, niyə o vaxtı bəs həmin indiki yaşda olan gəncləri küçələrə çıxartmırdılar? Niyə hay salmırdılar ki, bu prezident Erdoğan qanunsuz oturub hakimiyyətdə, qanunsuz zəbt edib hakimiyyətdə və həbs elədiyi 250 min adamında 90% günahsızdır. Onu soruşam, deyirəm, niyə çıxartmırlar küçələrə? Və indi nə baş verib çıxarlar? İmamoğlu'na görə deməli küçəyə çıxmaq olar, 250 min insana görə, günahsız yatan siz deyən kimi 90% insana görə çıxmaq lazım deyildi. Anlamadım. Burada nə məntiq var? Sizin bir tamaşaçı... Mən ona necə cavab verim? O həmin adamlara sual vermək lazımdır. Mən ona necə cavab verim? Yox, mən sizə sual verirəm ki, sizin qiymətinizdədir bu insanlara. Mənim həmin məsələyə o cür siyasilər, o cür münasibət göstərdiyinə görə mənfidir və onu qeyri-əxlaqi hesab edir. İndi siz bu əxlaqsız adamlar niyə müdafiə edirsiniz, Əli bəy? Yox, Qurban bəy, mən razı deyiləm. Bu və ya digər məsələyə görə, hər hansı bir məsələyə görə. Mən Türkiyədə insanların, milyonlarla insanların etiraz hüququndan istifadə eləməyini, demokratiya uyğun hesab edirəm və orada onlara qarşı güc tətbiq edilməsini, onları təhqir olunmasını pisləyirəm ki, dövlət eyni adamlar Almaniyada da miting elədi, Əkrəm İmamoğlu'nun hüquqlarını, Türkiyədə olan hadisələrə etiraz olaraq miting oldu, nümayiş elədilər. Almaniya polisi onları qorudu axıra qədər. Ki, heç kim onlara hücum eləməsin, burada asayişi bərpa olunsun. Əksinə, Türkiyədə dinç mitinglər dağılandan sonra polislər hücum eləyiblər, xeyli tələbələri döyüblər, onların gözünə qaz püskürdüblər, 200-ə yaxın tələbəni həbs ediblər. Bunu necə qiymətləndirirsiniz? Bunu nə dərəcədə əxlaqi hesab edirsiniz? Təşəkkürlər. Əvvəla bir söz soruşum. Əli bəy, artıq biz 1 saat 2 dəqiqədə efirdəyik. İndiyə qədər vaxt bölgüsünə etirazınız yoxdur? Xeyr, xeyr. Əslində haqqınızı pozmamışam. Yəni vaxt bölgüsündə narazılığınız yoxdur. Sonra mənə iddiamı deməyin ki, falan şey... Yox, heç... Təşəkkürlər. Onda icazə verir, mən sizin sualınıza cavab verim. Deyəsən, Abid Qafarov da zəng gelib, bir dəqiqə bilmirəm. Abid bəy, yəqin ki, efir üstü. Ay, vay, nə qədər zəng olub. Ərəxtun bəy zəng gelib, Abid bəy zəng gelib. Vay, vay, bir avır oldum. İndi görəm, üzr istəyirəm hamımızda, bir dəqiqə qoşacağım bir-bir.
Deməli, hörmətli Əli bəy, siz də fikirləşirsiniz. Əlində balta, polisə kislat atan, nədir o, sulfat turşusu atan, üzüm maskalı adama qarşı polis güc tətbiq eləməlidir, yoxsa sizcə? Qurban bəy, o provokatorların heç bir qarantiya yoxdur ki, kim tərəfindən gəlib ora, əlində balta, üzündə maska. Onu da normal şəkildə polis tutmalıdır, araşdırmalıdır. Amma orada nə üzündə maska olan, nə əlində balta olan, onlarla adamı, o cümlədən də gənc qızları polis orada döyüb. Bu, siz yəqin baxmışsınız bu kanallarda. Hər kanallarda nümayiş etdirilib. Ola bilər, belə problem, belə kütləvi hərəkətlərdə o bir yaranan psixoloji bilinizdə həkim siz bunu məndən gözəl bilirsiniz. O vəziyyətdə polis də o cür davranışlara yol verə bilər. Baxın, verməməlidir. Vətəndaş da bəzən o kütlə psixologiyaya uyub razıyam sizinlə. Bu nəzərə almalıyıq. Abid bəy zəng eləyib. Alo. Salam aleyküm Qurban bəy. Salam Abid bəy, bu necədəsiniz? İzləyicilərə salamlayıram. Əslində çox maraqlı və faydalı bir müzakirə gedilməlidir. Amma çox təəssüf ki, bəzən argument olmayan düşünürlər, argument kimi təşkil edir. Avtoritarizmin əslində göstəricisi olmalıdır ki, kimsə 20 ildir, kimsə 10 ildir hakimiyyətdədir. Avtoritarizmin göstəricisi, mən də bu dağı deyəcəm, izləyicilər diqqətlə qulaq assınlar. Ergenekon, balyoz kimi əməliyyatlarda hakimiyyət sui-istifadə edib jurnalistləri və siyasətçiləri, akademikləri, tarixçiləri, ziyalıları, hüquqşünasları həbs elədi. Avtoritarizm budur. Yəni, Gədəbeydə şu alanda evində yatan Abid Qafarov KİM-TV'nin baş redaktoru gəlir, həbs olunur ki, Gədəbeydə kimdəsə silah almışıq. Araşdırmaya görə səni həbs edirik. Nə əlaqəsi var? Gedik içəridə başa salarıq sənə nə əlaqəsi var. Baxın, hörmətli izləyicilər, Ergenekon hadisəsində yüzlərlə insan şərlənərək həbs olundu. Üstündən 5 il, 6 il keçəndən sonra bəraət aldı hamısı. Bu onun göstəricisi, hamısı istisnasız bəraət aldı. Bu onun göstəricisidir ki, Ergenekon hadisəsində hakimiyyət, birinci məhkəmə hakimiyyəti və istintaq hakimiyyəti, icra hakimiyyəti 100%lik xətaya yol verib və prosesdən sui-istifadə edən Erdoğan hakimiyyəti jurnalistləri, siyasətçiləri, akademikləri həbs eləməklə avtoritarizmin və diktatorluğun iğrənc və mundar sifətini nümayiş edirlər. Abid bəy, bir dəqiqə bir sual verim. O dediniz ki, hamısı bəraət alıb. Onlar Erdoğan hakimiyyəti dövründə bəraət aldı, yoxsa ondan sonra? Yox, həmin dövrdə tutuldular. Deməli, Erdoğan həmin dövrdə deməli Türkiyədə gözəl bir demokratik və hüquqi dövlət olub, ona görə bəraət ala biliblər. Dalına baxırıq, hələ tələşmin Qurban bəy. Balyoz hadisəsi oldu 2010'da. Gəldə, kiminsə evində silah çıxdı. Bundan istifadə edib jurnalistlər, siyasətçilər həbs olundular. 5 il insanlar həbsdə yatandan sonra su verilməyən tuvaletlər, iğrənc antisanitar şərait, hüquqların tapdalanması 5 ildən sonra bəraət aldılar yenə də. Onlar da bəraət aldılar. Bəli, hamısı istisnasız bəraət aldı. Erdoğanın vaxtında yoxsa Erdoğan hakimiyyətə gedəndən sonra? Yox. Erdoğan tutduları, istifadə elədiyi fürsətdən seçkilər qabağı bütün rəqiblərini susturmaq üçün siyasətçiləri, jurnalistlər hamısını həbs elədi və ondan sonra seçkilər olandan sonra bəraət aldılar, çıxdılar. Pajavsda, problem yoxdur ki. Yəni, onda sizin məntiqinizlə elə çıxır ki, İlham Əliyev çox ədalətli insandır. Niyə? Mən onun dövründə tutuldum, onun dövründə də mahkəmənin birində bəraət aldım. Onun dövründə Tərtərdə armatur yedik, zorladılar, cəmaatın arvad-uşağını götürüb zorladılar. İndi 19 nəfər də bəraət aldı. Valide Ananoğlu bəraət alıb. İlham Əliyev ədalətlidir. Gəlin tənzim Əliyev qarşısında. Xeyr, bu argument deyil Qurban bəy. Üçüncü 15 Temmuz hadisəsi. 15 Temmuz hadisəsi yenə də. Madem ki bu dərbə idi və bunu hərbiçilər həyata keçirilirdi. Niyə görə en sayda jurnalistlər, siyasətçilər, hüquqşünaslar, hətta məhkəmədə hakimlər belə şərlənərək həbs olundu. 100 minlərlə insan şərlənərək həbs olundu istintaq adı altında. 4 il, 5 ildən sonra onların 180 mini
bəraət aldı. Yəni 300 min insandan 180 mini bəraət aldı. Bu da deməkdir ki, üçüncü hadisədə də Erdoğan hakimiyyətinin və məhkəmə hakimiyyətinin 60% xətası var. İndi Ergenekonda 100% xəta, Balyozda 100% xəta, 15 Təmmuzda 60% xəta, bir nəfər İmamoğlu tutulubsa, belə xətanın müqabilində Erdoğan hakimiyyətinin yenidən xəta eləyib, öz siyasi maraqlarına görə ikinci şəhərliyib həbs eləməsini demək ki, bizə əsas verir. Niyə? Çünki artıq bu proseslər 3 dəfə baş verib. Necə ki, İlham Əliyev hakimiyyətinə əgər paralel aparsaq. Düşünürəm ki, bir hakimiyyətin avtoritar olması üçün daha çox bu məsələlərə baxılmalıdır. Nəinki 5 il və yaxud da 20 il hakimiyyətdə olur. Mən üzr istəyirəm, əgər çox danışdımsa, təşəkkür edirəm ki, şahid yaratdınız. Təşəkkürlər, çox sağ olun. Biz minnətdarı mən Azərfili Maliyyəsi adından təşəkkür edirəm Abil bəyə. Bəli, avtoritarizmin əlamətləri, hörmətli Əli Quliyevin dediyi kimi müddət və s. deyil. Amma eyni zamanda Abid Qafarovun dediyi kimi də qanunsuz məhkəmə qərarlarının olması faktı deyil avtoritarizmin əlaməti qətiyyən. Sözün özünün mənasını gördüyünüz kimi avtoritarizm, məncə bu latın sözü olmalıdır. Nüfuz, o avtoritet sözü var ya cinayət aləmində, o falan avtoriteti cinayət aləmində. Yəni bir şəxsiyyətin nüfuzu hesabına idarə olunan, şəxsiyyətin özünün istək və maraqlarına uyğun idarə olunan rejimə deyilər avtoritarizm. Orada qanun məhkəmə işləmir. Türkiyədə Abid bəyin özü etiraf edir ki, adamlar tutuldu, sonra buraxıldı. Buna demək olmaz bu avtoritarizm. Əksinə buna sevinmək lazımdır ki, deməli hüquqi dövlət var. Deməli bu ölkədə baxın, ola bilər 3 il, 5 il həbsxanada yatasan. Ola bilər hansısa müstəntiq, prokuror, hakim qanunsuzluq eləsin. Amma son nəticədə sənin haqqın bərpa edilir. Buna sevinmək lazımdır. Bəli, Azərbaycanda Abid bəyin dediyi kimi çoxdular, öldürürlər, dinlədilər. 19 nəfər bəraət aldı. 19 yox, ardasa 26-1, 18-1. Neçə elədi? 44. Düzdürmü? 44 nəfərin bəraət alınması təbii ki, rejimin əvvəlki dövrlə müqayisədə qanunsuzluğa meyllənməsi bu faktdır. Bunu mütləq deməli çox İlham Əliyev. Sən heç olmazsa bu adamlara bəraət verdin. Amma törətdiyin o əvvəlki cinayətlərə görə cavab ver, onları cəzalandır. Yoxsa bir gözümüz yumub, ondan yaxşı işləri pişləyə bilmərik. Yəni, avtoritarizm tamam başqa bir şeydir. Nə orada qanun pozuntusu, Abid Qafarovun dediyi kimi, Amerikada dostlar, 38 il qanunsuz yatan adam çıxdı, neçə milyon verdilər kompensasiya. Bu deməkdirmi ki, Amerikada avtoritarizm var? Məhkəmə səhvləri, bir də söz verəcəm indi, bayaqdan qardaş danışırsınız, baxımından hesablamışam, siz məndən 2 dəfə çox danışmışsınız. Deməli, dünyanın bütün ölkələrində məhkəmə səhvləri ola bilər. Bu, rejimin avtoritarizmindən xəbər vermir. Bu, başqa bir şeydir, məhkəmə səhvidir. Hə, Türkiyədə nöqsanlar yoxdur mu? Var. Ciddi nöqsanları var. Mən bayaq dedim, FETÖ adına 100 minlərlə savadlı, tərbiyəli, əxlaqlı insan vətənindən didərgən salınıb. Mən onları görürəm burada Londonda, İngiltərədə, Avropada, hər yerdə. Dünyanın hər yerində səbərləniblər. Bu adamlar Türkiyənin özü üçün, Türk dünyası üçün ən faydalı insanlar olmaq əvəzinə vətəndən didərgən salınıb, hamısı problem içində yaşayır. Niyə? Bunu desən, gündəmə gətirsən, mən sənin səmimiyyəti inanarım ki, əzəndə oradan da CHP nəbil kimi, yoxsa bayaqlar Əli bəyin sual verəcəm. Əli bəy deyir ki, verilən iddiamlar içi boşdur. Sual verirəm. Əli bəy, hardan bilirsiniz ki, iddiamlar içi boşdur? Buyurun. Qurban bəy, ilk öncə onu demək istəyirəm ki, mən demədim. Dedim, onun bir elementi də avtoritarizmin uzun müddət hakimiyyətdə qalmaqdır. Yeni də fikrimdə qaldım. Amma əsas mənim deməyim odur ki, mən ona görə deyirəm ki, Erdoğan avtoritar liderdir ki, avtoritar ölkə başçısıdır ki, o həm qanunverici hakimiyyət üzərində, həm də məhkəmə hakimiyyəti üzərində nəzarətə malikdir və onların funksiyasını öz əlinə alıb və Türkiyədə hakimiyyət böyük çoxluğundan bir adamın əlində cəmləşir. Belə. Təşəkkürlər. Ərəstu məzən gelib. Alo.
Hər vaxtınız xeyir. Salam Əli bəy, Rəstum, Qurban məmnun bəy, edəsiniz. Azərbaycan izləyicilərini salamlayıram. Çox qısa danışacağım. Çünki görürəm mənim qoşulub uzun danışmağım qıcıq yaradır və haqlı qıcıq yaradır. Kimdə qıcıq yaradır? Rəstum, siz qıcıqladanlara fikir verməyin. Siz sözünüz deyil. Yox, mən qısa bir şey demək istəyirəm. Qurban bəy, sizə bir sualım var. Buyurun. Olar mı? Buyurun. Azərbaycanda onlarla, bəlkə yüzlərlə sahibkar həbs olunub. Azərbaycanda icra başçıları həbs olunub, bələdiyyə nümayəndələri həbs olunub. Neçəsini müdafiə eləmişik? Qanunsuz həbs olunanların hamısını mən müdafiə edirəm. Yox, onlar eləməmişsiniz, axı, mən görməmişəm. Yox, siz görməmişsiniz demək, yox, mən ümumən Azərbaycanda qanunsuz həbs olunan bütün hamını müdafiə edirəm və rejimin əleyhinə apardığımız mübarizə də onların hamısının hesabınadır. Tamam, Qurban bəy, onda ikinci sualım da var, sonra sizin cavab verəcəm bu suallara. Ümumiyyətlə, qanun işləyən yerdə 100.000 adam terrorda ittiham olunub tutula bilərmi? Bu mümkündürmü? Bəzən qanunla milyonları gülləliyirlər, Rəstum bəy. Qurban bəy, onun adı var da, o konkretdir. Bilirəm, bəli, məsələn, Hitler 6 milyon Yahudi də qırıbdır, qanunla eləyib. O hamısını qanunlaşdırıblar. Bəli. Stalin, hamısı üçü troykalarla, o üçlüklə qərar veriblər. Qurban bəy, mən suala cavab vermək istəyirəm. Əli bəyə suala cavab verə bilmədi, təəssüf ki. Əli bəy sualdan qaçır da cavabdır. Sualdan qaçır çünki cavab ona xeyr eləmir. Qaçmadı. Sadəcə olaraq Əli bəy çox şablon cavab verdi ki, haqqı pozanları müdafiə eləmirlərsə, bu siyasi əxlaqsızlıqdır. Qurban bəy, FETÖ adıyla tutulanların hamısı Erdoğanın dəstəkçiləri idi. Azərbaycandakı o sahibkarlar, icra nümayəndələri, icra başçıları, bələdiyyə nümayəndələri tutulanlar hamısı İlham Əliyevin dəstəkçiləri idi. Sadəcə daxildə özlərinin, mən belə deyəcəm də, razborkası başladı və başladılar bölünüb Fəthullahın tərəfinə keçənləri tutub həbsxanaya atmağa. Mən demirəm haqlı elədilər. Rəstum bəy, 250.000 müəllim terrorsuydu, anlamadım. Onu Erdoğandan soruşmaq lazımdır. Məndən yox, mən bunu daim pisləmişəm. Bana sizin efirdən bunu dəfələrlə pisləmişəm. Ona görə hətta məni söyürlərdi orada. Bəs indi o zaman o şeyi müdafiə eləməyənlər, küçüyə çıxmayanlar, bu gidəyə küçüyə çıxırlarsa, mən bu adamların səmimiyyətinə niyə inanmalıyam? Söhbət onların səmimiyyətindən getmir, Qurban bəy. Burada Əli bəy də onların müdafiəsi kimi çıxış eləmir, CHP-nin, yəni İmamoğlu, heç mən də o mövqedən çıxış eləmirəm. Söhbət ondan gedir ki, dövlət üçün, dövlət institutlarının siyasi hakimiyyət əlində alətə çevrilməsi çox təhlükəli tendensiyadır. Və Türkiyədə bu artıq baş veribdir. Yəni, söhbət bundan gedir. Axı, biz heç birimiz Türkiyənin pisliyini istəmirik. Biz hər birimiz deyirik ki, Erdoğanın hansı müsbət işləri olubdur və s. Amma bu deməkdir ki, onun pis işləri də olmayıbdır. Olub, özdə yetərincə olubdur. Götürək həmin balyoz əməliyyatını, Abid bəy dedi, Ergenekonu, yəni, həmin o FETÖ adından tutulanları. Bəli, mən Amerikada Fəthullahçılar deyilən adamları görmüşəm. Hamısı yüksək intellekt, mədəniyyət sahibləri. Onlar inanıblar ki, müəyyən dini ənənələrin də qorunduğu, çünki Türkiyədə də ondan əvvəldə başqa bir axmaq bir tendensiya var idi də, dinin bütün əlamətləri qadağan olunmuşdu. Din faktiki qadağan olunmuşdu. Və məhz ona reaksiya olaraq da cəmiyyətdə həmin o partiyalar yarandı da, əvvəlcə Erbakan gəldi, Erbakandan sonra Erdoğan və s. Yəni, bu artıq təbii bir reaksiya idi də. Amma məsələ burasındadır ki, necə ki İranda məsələn, dindarların başına nə oynatırdı şah rejimi? İndi şah rejimindən mələk düzəltməyə çalışırlar. Məhəmməd Rıza Pəhləvi rejimi o qədər murdar bir rejim olubdur ki, İsrailin, Amerikanın texnologiyalarından, siyasi texnologiyalarından dindarların başına o oyunlar açdılar ki, haqqında dindarlar təşkilatlarını inqilaba qalxdılar. Yəni, bu adamlar məhz Erdoğanın dəstəkçiləri idi. Məhz Erdoğana görə həmin CHP-yə qarşı gedirlər. Bu siyasi konjunkturadır da. Gedir, sən onu müdafiə edirdin, tutdu səni, bastı içəri, gedinci cəzanı çək. Azərbaycanda da belədir, yanaşmaq. Biz Əliyev hökumətinin
öz tutduğu adamları müdafiə eləmir ki. Şəxsən mən müdafiə eləmirəm. Ərəstun Heç bəy, eləmərəm də. özür istəyirəm Ərəstun bəy, Azərbaycanda avtoritarizmdir rejim. Azərbaycanda ümumiyyətlə Qurban bəy, avtoritet adından bəlli olduğu kimi avtoritet üzərində, yəni şəxsin nüfuzu üzərində qurulmuş hakimiyyət deməkdir. Azərbaycanda avtoritet yoxdur. Bəli, Azərbaycanda məsələ budur. avtoritar rejim də yoxdur. Azərbaycanda kriminal kleptokratik Bəli. karakterinə görə deyiriksə. Tamamilə doğru. Və Qurban bəy, bilirsiniz, problem bundadır ki, bütün avtoritar rejimlər, məsələn, tutalım ki, bugün Trump hakimiyyəti bilirsiniz nə edir? Kimi hədəf alır? Hakimləri. Baxın, əsas o dövlətin dayanı olan hüquq bütün münasibətləri tənzimləyən universal mexanizmdir. Qanunun aliliyi sözü havadan gəlməyib. Bəşəriyyət proseslərdən keçib gəlib buna. Məhz bugün məhkəmə sistemini dağıtmaq istəyirlər. Niyə? Çünki onların avtoritarizmə yuvarlanmasının qarşısında yeganə ciddi, yəni xalqdan sonra da, xalq gec ayılır adətən. Yeganə ciddi bugün dayanan mexanizm məhkəmə hakimiyyətidir. Erdoğan da həmin məhkəmə hakimiyyətini sındırdı. Məhkəmə hakimiyyəti sınmayan yerdə balyoz əməliyyatı ola bilməzdi. Abid bəy çox doğru qeyd edir. Bunların hamısı həbsə atıldı. Sonradan hamısı bəraət aldı. Bəraət aldısa, Ərəstun bəy, bir dəqiqə. Bəraət aldısa, bu demək deyilmi ki, burada məhkəmə var, ədalətli məhkəmə var özdə? Yox Qurban bəy, o deməkdir ki, yetimin papağını aldılar, sonra qaytardılar özünə. Deməli, Azərbaycan dilində çox gözəl misal var bu barədə. İndi bəraət deməli alınmamalıdır. Verməsəydilər olacaqdı rəhbər rejim diktatura. İndi bəraət verilib nə deyək bunlara yaxşı? Birinci dəfə bəraət verilib, ikinci dəfə yenə kütləvi həbslər olub. İkinci dəfə bəraət verilib, ikinci dəfə kütləvi həbslər olub. Siz dünyada elə bir dövlət misal gətirə bilərsiniz ki, orada belə məhkəmə səhvləri olmasın? Qurban bəy, məhkəmə səhvi elə bir dövlət yoxdur, ola da bilməz. Bugün Yaponiyada bir-iki gün əvvəl 97 yaşında adam 47 ya neçə il qətlə görə həbsdə yatandan sonra bəraət alıbdır. Sübut olunub ki, o cinayət törətmə dövlət ona vurdu 1,2 milyon dollar kompensasiya ödəyibdir. Burada söhbət bir nəfərdən gedir. Amerikada 5 nəfərdən gedir. 100 min nəfərdən gedir Qurban bəy. Bu artıq başqa miqyasdır. Razısınız məndən? Təbii, onda niyə susurdu İmamoğlu və CHP? Niyə çıxmırlar küçələrə? Niyə onda əllərinə balta almırlar, indi balta alırlar? Əsas bugün mövzu budur. Niyə? Ona görə ki, onlar da siyasətçidirlər və onlar öz siyasi maraqlarını güdürlər. Burada nə var ki? Mən istəyirəm ki, Azərbaycan xalqı da, Türkiyədə bizi izləyən qardaşlarımız da bu şeyi düzgün qiymət versinlər. Bəli, indikilər öz siyasi niyyətlərinə uyğun davranırlar. Türkiyə üçün deyil bu şeylər. Türkiyə üçün bu addımlar atılmış olsaydı, yenə deyirəm, o bayaq dedi, balyoz, başqaları, onda çıxmalı küçələrə ki, bizim generalları qansız tutmuşsunuz, 250 min insanı bugün də araşdırmayı bilirsiniz də yəqin. Bu FETÖ adına həbs olunan insanların içəridə doğan qadınlar var, uşaqlar var. Və ən dəhşətlisi mən eşitmişəm ki, Türkiyədə onlara çörək yaparan, yardım edən adamları yardım etdiklərinə görə təqib edirlər. Niyə susur bu onda CHP? Niyə? Mən ona görə bu İmamoğlu və onu müdafiə edənlərin bugün səmiyyətə inanmıram ki, müqayisə edirəm, nə fark var ortada? Görürəm, yox, bunlar Türkiyə üçün deyil. Siz dediniz ki, öz siyasi niyyətləri üçündür. Nədir siyasi məqsədləri? Bu başqa onu Allah bilir, özləri bilir. Hakimiyyətə gəlməkdir. Qurban bəy, siyasi partiyanın marağı nədir? Azərbaycanda siz siyasi partiya görmüsünüzmü ki, kənddə, kəsəkdə haqqı pozulan bir yetimin yesirinin hüquqlarını müdafiə eləsin? Görmüsünüz bunu? Mən görməmişəm. Deməli, xalq adam deyirlər də bunlar. Siyasi hakimiyyət uğruna mübarizə, Ərəstun bəy, xalqa xidmət üçündürsə, sən mütləq, necə ki, Ərəstun Oruçlu etirazın qaldırır, tərtərə görə, sən nə qaldırmalısan, sən siyasi partiya çədirirsən. Yox, bunu eləmirsənsə, deməli, sənin siyasətin xalq üçün deyil. Onda mən səni müdafiə eləməliyəm? Niyə mən səni sıxmalıyam? Niyə? Siyasi partiyaların marağı
sırf partiya marağıdır, sırf konjunktur marağıdır da. Bu aydın məsələdir. Siz onu niyə deyirsiniz ki, Azərbaycanda bəyəm siyasi partiyalar həmin o Tərsər qurbanlarını müdafiə eləmişdilərmi? Eləyiblərmi bu günəcə? Əksinə əsaslandırırdılar ki, orada xəyanət olubdur və səbəblər də budur. Azərbaycanda dindarlar minlərlə həbs olunur. Müdafiə edirlərmi bu gün? Yox, heç biri. Minlərlə həbsdən gedir söhbət Qurban bəy. Yaxşı, məni ən çox dindarlar tərəfindən təhdidə məruz qalan sosial mediada mənəm. Çünki onlar məni, nə bilim, qərbpərəst, nə bilim, az qala siyonist agenti və s. kimi təsəvvür edirlər. Allah canlarını sağ eləsin. Amma mən onları müdafiə edirəm. Niyə? Çünki haqqı pozulanın haqqını müdafiə eləmək, müdafiə eləyənin öz mənəvi dəyərləri məsələsidir. Bəli. Vicdanı məsələsidir. Övgə məsələsi. Bu təkcə zərər çəkmişin haqqı məsələsi deyil. Bu ümumiyyətlə haqq məsələsidir. Bu ədalət məsələsidir. Amma siyasi partiyalar dünyanın bütün hər yerində, təəssüflə deməliyəm bunu, hər yer deməzdim, əksər yerlərində, onlar sırf özlərinin konjunktur siyasi maraqları platformasından çıxış edirlər də. Budur məsələ. Yəni mən təşəkkür edirəm sizə də, Əli bəyə də ki, hər kəs öz iradlarını, fikirlərini bildirir və dünən yeri gəlmişəm, mənim dünənki efirdə zəngimdən sonra mənə yüzlərlə mesaj yazılıbdır. Razı olanlar da var, razı olmayanlar da var. Bəli, mövzu tartışılmalıdır, bu normal bir şeydir və bu işdə də sizə uğurlar arzulayıram. İzləyicilərə də təşəkkür edirəm ki, dəstəkləyirlər bu müzakirəni. Həqiqət ortaya çıxmalıdır. Təşəkkürlər, çox sağ olun. Üzr istəyirəm, rusların bir sözü var. Deyir, pravda u каждого своя, a istina adına. Yəni ki, hər kəsin öz düzü var, amma həqiqət təkdir. Sağ olun. Təşəkkürlər, minnətdarım. Mən Azərfilm ailəsi adından hörmətli Ələstun bəyə də, Abid bəyə də bir daha təşəkkür edirəm. Burada bizim başqa bir Ramazan Abbasov, Vaqib Bayramov qardaşlar zəng eləyiblər. Vidadi bəy Ukraynadan zəng eləyib. Amma mən belə eləyək də Əli bəyin növbəsidir, Əli bəy söz istəyir və buyurun söz sizdə. Yox, Qurban bəy, problem yoxdur. Qoy onlar desin, onların da nə sualı varsa, sonra bircə cavab verək. Vaxt olur. Əzizən vətəndaşlar, hörmətli tamaşaçılar, kimin nə sualı var, gəl mənə, Əli bəyə, iradı var, buyurub sözünüzü yaza bilər. Sualları bizim rejissor sualı verəcək ekrana. Biz oradan o cavablarını çalışacağıq. Zəhmət olmasa buyurun. Hamı götürmədi. Vidadi bəy Ukraynadan, sonra kim qalıb? Dostlar, zəng edib telefon, bir dəqiqə mən bu telefonun səsini açım, deyəsən səkirəni eşitmirəm. Aha, qoyun gözünün qabağına. TikTok'dan da qardaşlarımız bizi hal-hazırda izləyirlər. Mən istərdim ki, orada da görüm nə sualları varsa, Əli bəy, onlara da biz cavab verək, olar mı? Bəli, bəli. Dostlar, eğer sualınız varsa buraya yazın TikTok'ta, mən onu baxaram. Mən aid olaraq mən cavab verirəm. Əli bəyə aid olaraq çatdıraram ona. Deməli, biz burada əsas, mən bəyə sualı verdim, amma cavab ala bilmədim. Əli bəy burada iddia elədi ki, İmamoğlu'na qarşı verilən ittihamlar boşdur, əsassızdır, heç bir şey yoxdur içərisində. Mən də soruşdum ki, hardan bilirsiniz? Cavab ala bilmədim. Mən bəlkə təkrar eləyəsiniz cavabı. Bəlkə mən düz eşitmədim. Qurban bəy, mən dedim axı, bilmirəm, fikrim sizi qane elədi, eləmədi. Bu izahat verəndən sonra müstəntiqlərə onunla tanış olan vəkillər var. İmamoğlu'nun vəkilləri bu barədə ictimaiyyətə məlumat verdi. Jurnalistlər məlumat verdi və onlar bildirdilər ki... Əlbə, bir dəqiqə Kiyevdən demə Vidadi qardaşımız zəng eləyib. Alo. Buyurun. Axşamınız xeyir. Axıratınız xeyir. Buyurun, efirdəsiniz. Baxırdım bu... Mən çox razı deyiləm bu... Bir dənə Əli bəy Ukraynadan da. Bəli. Sonra da
Qurban bəylə söhbət elədi bir o Abid Qafurov və Ərəstur Oruçlu. Buyurun. Ərəstunuzlu. Bəli. O qədər qəliz danışırlar ki, heç özləri də bilmirlər. Niyə? Bir sən necə deyirlər? Sözü oradan bıraktırlar. Sözü Qurban bəy bir sual verirsə, başlayırlar bu baştan, sonra gelirler o ahır hara çıxır. Adamsız danışın. Əli bəy Ukrayna'da, mən də Ukrayna'dayım. Buyursun, mənlə əlaqə yaratsın, danışın. Ben Vinnica'da olacağım. Oldu. Teşekkürler Vidadi Bey. Ben diyelim size əlaqə saxlayır. Sağ olun. Var olun. Ağır durumdadılar. Ukrayna bizi bomba yağır. Elbay devam edin. Siz hardan bilirsiniz ki verilen iddialar boşdur, əsassızdır? Qurban bəy, birinci vəkillər həmin izahatla, istintaq materialları ilə, əldə olan materiallarla tanış olan vəkillər. İkincisi, demək, yenə onu ilə tanış olan jurnalistlərin verdiyi məlumatlardan həm vəkillər, həm onunla tanış olan hüquqşünaslar və digər şəxslər bildirirlər ki, burada olan ittihamların heç bir əsası yoxdur. Yəni, heç bir ciddi fakta əsaslanmır. Bu bir. İkincisi, burada yalnız gizli şahidlərdir və bu gizli şahidlər də əvvəlki Ergenekon davasında, Balyoz davasında, digər o qurama davalarda hansı ki hərbiçiləri, Türkiyənin Müdafiə Nazirliyinin qərargah rəisini, generalları tutanda necə ki o gizli şahidlərdən istifadə eləmişlər, yenə eyni metoddandır. Yəni mən əsasən mətbuatdan, internetdən vəkillərin, hüquqşünasların, jurnalistlərin verdiyi məlumata əsaslanıb deyirəm. Amma bunu öz adınızdan dəqiq bilən adam kimi danışırsınız siz ki, ittihamlar boşda əsası yoxdur. Yox, öz adımdan danışmıram. Öz adımdan danışmıram. Onların ifadələrinə əsasən deyirəm. Onların verdiyi bilgilərə əsasən, məlumatlara əsasən. Onda icazə verin. Olar mı? Bu arada mən də öz fikrimi deyim. Sizin mövqeyinizi ziyanlı olduğunu istəyirəm, xalqa çatdıram, Ali bəy. Əzizən vətənlər, Türkiyədə və ya bir başqa ölkədə baş verən hadisə ilə bağlı daxili siyasi proseslər kənardan izlənəndə necə görsənir, kim, hansı mənbələrə istinad edir? Baxın, hörmətli Ali bəy, bizim Azərbaycan dilində belə bir adsız cümlə ifadəsi var. Adsız cümlə. Dedim ki, mənbə hardandır sizə, hardan bilirsiniz ki, ittiham boşdur? Dedi ki, vəkillər nöqtə. Jurnalistlər nöqtə. Buna deyir, adsız cümlə. Yəni, bunun xəbəri zadı yoxdur cümlənin. Vəkilə yəni nə? Vəkilə deyib Əli bəyə, yoxsa jurnalistlər deyiblər? Yox. Əli bəy deyir ki, vəkillərin hardasa, bilmirəm onu, hardan qulaq asıb vəkillər, mən şəxsən eşitməmişəm. Jurnalistləri başa düşürəm ki, televiziyadan, oradan, buradan yəqin Əli bəy oxuyur, dinləyir mi? Necə mən siz dinləyirsiniz? İstəyirəm bu barədə Əli bəy sizin də diqqətinizi, hörmətli tamaşaçıların diqqətini bir şey çatdıram. Əvvəla bir hüquqşünas kimi mən istər Türkiyədə olsun, istər Azərbaycanda olsun, istər başqa bir yerdə olsun, məhkəməyə daxil olan, diqqətən fikir verin, məhkəmənin icraatına qəbul edilən hər hansı bir işin kütləvi informasiya vasitələrində müzakirəsinin əleyhinəyəm. Bu, məhkəməyə və təzyiq olmaz. Əgər sən məhkəmən varsa, dövlətsənsə sən, belə eləməməlisən. Sonra təəssüf ki, son vaxtlar Türkiyədə bu təcrübə yayılmaqdadır. Nərmin cinayəti deyilən bir, bilirsiniz, qız uşağını bir ailədə öldürmüşdülər. Bütün türk dilli xalqların gözü, bu dili başa düşənlər hamısı göz oradaydı. Mən özüm də hər gün müxtəlif televiziyalardan izləyirdim, görüm hələ orada münasibət necədir? Jurnalist, orada vəkillər, hüquqşünaslar necə işləyirlər? Jurnalist araşdırılması necə aparır? Düzmü, doğru mu? Hüququ baxımından.
Ben bir şey başa düştüm ki o kadar yanlış, o kadar zararlı müzakirələr gedir ki efirlərdə. Bu dolayısıyla hakimlərə təsir edə bilər dostlar. Şahidlərə təsir edə bilərlər. Hətta mən bir şey həmin o işdə gördüm ki, dövlət orqanları sübut edə bilmirlər ki, bu uşağı kim öldürüb. İndi o metodları mən hüquqşünasam deyə tuturam orada. Ola bilsin sıraymadan bu baxsa bilməz ki, bu jurnalistlər bu niyə deyib belə danışırlar. Bu dövlət televiziyalarında niyə bu qaydada çıxıbdı müzakirəyə? Sübut edə bilmirlər dövlət orqanları və yaxud da istintaq naxtamama aparıb, saylankar aparılıbdı. İndi məhkəmə icraatında olan işdə kiminsə etirafını əldə eləmək üçün ona psixoloji təzyiq göstərilir televiziya vasitəsilə. Bu yanlışdır. Bu zərərlidir. Mən deyək ki, bir kanala baxıram, o kanalda Erdoğan'ın tərəfdarı olan jurnalistlərdir. Bunlar çalışırlar ki, İmamoğlu'nun cinayətkar olduğunu sübut eləsinlər, ictimaiyyəyə hazırlasınlar. Ona görə də müəyyən faktlar, sübutlar, pullar belə göstərilir, videolar və s. Əli Quruyev baxır başqa bir kanala. O kanal İmamoğlu'nun tərəfdarı olan kanaldır. Erdoğan'ın düşmanı olan kanaldır. Orada da deyirlər ki, iddiamızı boşdur. Əli bəy onları istinad edir. Hər ikisi yanlışdır. Mən də yanlışam, Əli Quruyev də yanlışdır. Mən... Sual olar Qurban bəy. Buyurun. Qurban bəy, bu mətbuata sızdırılıb, eləyib, razıyam. Amma prezident hardan bilir bu məlumatları? Prezident deyir ki, indi siz görəsiniz, ciddi məlumatlar var. Prezidentin ixtiyarı var mı? Məhkəmə olmamış o məlumatlarla tanış olan. Prezident icra hakimiyyətinin başçısı kimi, bəli, onun vəzifəsidir ki, icra orqanlarının fəaliyyətini uyğunlaşdırsın, uzlaşdırsın. Məhkəməyə müdaxilə ixtiyarı yoxdur. İstintaq vaxtında siz də prezident olsa sabah mütləq belə bir cinayət işi ilə bağlı prokurordan məlumat alacaqsınız ki, vəziyyət necədir? Necə ki, Əbülfəz Elçi bəyə baş prokuror İxtiyar Şirinov və ya da Daxışlar naziri məruzə edirdi ki, Rəhim Qaziyev Bakıdadır, sanksiya var, gəlin tutaq. Bunu deyir ki, tutmaq lazım deyil, məsləhət deyil. Hörmətli Qurban bəy, mən onu... Yox, sizin bilməyə üçün deyirəm, Əli bəy. İstintaq dövründə bir prezidentin gedən o istintaqla bağlı prokurordan məlumat alması tamamilə qanunludur və normaldır. Siz burada... Və onu mətbuatda ifadə eləməyi də normaldır, eləmi? Bax, onu deyirəm ki, prezidentin dilindən kiminsə haqqında cinayət törətməsi barədə istənilən kiçik də olsa bir məlumat yanlışdır, insan hüquqlarına ziddir, ədalət məhkəməsinin ana prinsiplə ziddir. Bunu prezident deməməlidir. Amma deyir də, mən də onu deyirəm. Kimdir mən deyirəm, mənə deyirəm ki, yanlışdır da. Burada nə var ki? Mən deyirəm, Erdoğan düz eləyir. Yox, Qurban bəy, bizim də söhbətimiz odur ki, bu yəni hüquq dövlətində belə şey olmaz. Bəli, prezidentin bu məlumatları deməyi məhkəməyə təzyiqdir, təqsirsizlik prinsipinin pozulmasıdır. Bəli. Hər baxımdan qeyri-normal haldır. Onu demək istəyir. Tamamilə doğrudur. Tamamilə doğrudur. Erdoğan'ın bu barədə danışması təbii ki, mən hüquqşünas kimi deyirəm. Hüquqi baxımdan yanlışdır, siyasi baxımdan da ziyanlıdır. Bugün sən eləyirsən, sabah mən də eləyəcəyəm. Mən də başlayacağım, səni tutacağım, çıxacağım efirə. Necə ki, Heydər Əliyev seçik tamamı çıxdı efirə, 98 dedi ki, mən 72%, 76% toplamışam. Bu həmin şeyə bənzəyir. Ancaq mən, hörmətli Əli bəy, Erdoğan'ın nə dediyini eşitməmişəm. Mən eşitməmişəm ki, Erdoğan desin ki, İmamoğlu cinayətkar. Mən bir şey eşitməmişəm. Sən bunu eşitmişsənsə deyir, xalq bilsin. Arada deyib o. Bir neçə dəfə elə son bugün dünə çıxışında da deyir ki, yəni bunların hamısı görəsiniz siz ciddi bunların haqqında demək bunları itham edilməsi üçün ciddi əldə dəlillər, sübutlar var və bunlar faktiki olaraq bunun cinayətkar olması deməkdir. Qurban bəy, bunu deyə bilməz axı. Deməli deyil bu. Bu məlumat ala bilər özü üçün. Amma onu
Çıxış Güzel. eləməsi, deməsi qanuna ziddir. Əli bəy, bir şey deyim mən. Bir var ki, prezident prokurorda məlumat alır ki, burada yeyinti var. Yazda yarır da, rəhmətli Elçi bəy yığmışdı sizi saraya ya prezident parizasa, deyildi ki, ölkəni dağıdırsınız. Yazı gəlir. Gömrükdən belə keçir dedi, belə yeyintiləri var. Məşhur iclas var ha. Bu deməkdirmi ki, Ənfəz Elçi bəy kimi səvvətini ittiham edir? Əgər yadınızda qalsın, əzizən vətəndaşlar, istəyirəm onu hüquqşünas kimi deyirəm ki, hamı bilsin. Əgər konkret ad çəkilib, ünvan göstərilmirsə, sən deyə bilməzsən ki, kimsə məni ittiham edir. Yox. Erdoğan da bir prezident kimi, o safçı deyək, biz deyək, prokuror deyək də, prokurordan aldığı məlumata görə faktora qoyubla qabağından ki, budur var. Bu boyda pullar keçirilib ora-bura. Nə bilim, bir dəlləyə 300 milyon, nə bilim, bir finansiya, bir kameramana neçə milyard pul keçirilibdir. Yeyinti var, fakt var. Amma mən heç vədə işitməmişəm ki, Erdoğan desin ki, İmamoğlu bu cinayəti törədib. Əslən vətənlər, hörmətli Əli Quliyev, mənim əziz qardaşım, bu baş verən hadisə CHP'nin öz daxilindən verilən şikayət əsasında hüquq mühafizə orqanları tərəfindən qaldırılan, təqib olunan bir prosesdir. Burada nə Erdoğanın, nə də AKP'nin, nə sənin, mənim rolum yoxdur. Şikayət verib CHP'si, araşdırıblar. Hətta CHP'nin qurultayında rüşvətlə səs vermə haqqında şikayəti kim veribdir? CHP'si veribdir. İndi neynəyək? Araşdırmasın mı? Əslən vətənlər, biz bu şeyi müzakirə edəndə Əli bəylə, mənim niyyətim Erdoğan'ı müdafiə eləməkdir, ya İmamoğlu müdafiə eləməkdir, nə də Əli Quliyevin niyyəti kimisi da müdafiə eləməkdir. Biz bu söhbət aparırıq ki, Azərbaycan vətəndaşı bilsin ki, dövlət bu tip hallarda hansı mövqeyə tutmalıdır, vətəndaş hansı mövqeyə tutmalıdır, jurnalist sözünü necə aparmalıdır, vəkilin vəzifəsi nədir, müxalifətin vəzifəsi nədir, iktidarın vəzifəsi nədir? Məqsədimiz budur ki, biz Türkiyədə baş verənlərdən düzgün dərs çıxaraq. Səhv varsa, o səhvləri biz təkrarlamayaq. Uğur varsa, o uğurdan, o təcrübədən də biz istifadə ilə yararlanaq. Və mən istəyirəm, hələlik bura qədər aparılan müzakirələr nəticəsində gəldiyim bir fikri, yekun fikir kimi bildirim ki, nəyə görə Azərbaycanda bu qədər bir-birinə qarşı zid mövqelər var? Azərbaycanda Erdoğan'ı sevən insanların 99% Erdoğan'ın Qarabağla bağlı Azərbaycana verdiyi dəstəyə görədir. Azərbaycan vətəndaşını qətiyyən maraqlandırmır və düz maraqlandırmır ki, Türkiyənin daxilində Erdoğan nə edir? Orada 85 milyon kişi var, narahat olmayın, öz problemlərini həll edirlər. Bu, bununla bağlıdır. Amma bir qrup siyasətçi var ki, peşəkar siyasətlə məşğuldular. Onlar həm də Türkiyənin daxili siyasətini izləyirlər, analiz edirlər, Erdoğan'ı və müxalifətin fəaliyyətini izləyirlər. Onlar orada baş verən hadisələrlə bağlı qiymət verirlər. Erdoğan'a da, müxalifətə də. Sırf neytral baxımdan. Bəzi qrupları var. Erdoğan'a bu və ya digər səbəblərdən dolayı düşməndirlər. Onun hakimiyyətinin dəyişməsini istəyirlər. Onlar fürsətçilik eləyib bugün İmamoğlu'nun tərəfində güya onu müdafiə edirlər. Halbuki məqsəd İmamoğlu deyil. Birazdan görəcəksiniz ki, hamı İmamoğlu'da əlini çəkəcək, ortada qarada quru faktlar. Yeyinti, rüşvət, bitdi məhkəmə qərarları. Və bir müəyyən qrup var ki, bunlar Türkiyənin düşməndirlər, açıq şəkildə Türkiyənin zəifləməsi üçün yenə bu fürsətdən yararlanmağa çalışırlar. Biz bunları bir-birindən ayırmağa bacarmalıyıq və nəhayət mən inanıram ki, hörmətli Əli bəy də məndən həmrəy olar ki, istənilən demokratik hərəkətdə, xalq hərəkatında ələ balta və sulta turşusu alınırsa, silah alınırsa və xüsusilə maska taxılırsa, burada demokratiyadan söhbət gedə bilməz. Ona görə mən, hörmətli Azərbaycan İdarəsinin üzvləri, həmişə sizə nə deyirəm? Deyirəm, çıxın, öz adınız, soyadınızla danışın, hakimiyyət tənqid eləyin. İləməli bizim gözümüzün içinə baxa-baxa, üzünə maska taxmadan anamızı ağladır. Biz də çıxmalıyıq, xalq görməlidir ki, biz də bu hakimiyyətlə öz adımızla kimi döyüşürük. Abid bəy zəng eləyib, söz verək Abid bəyə. Alo.
Allah salam Qurban bəy bir də. Sizi bir Buyurun. də salamlayıram. İzləyicilərə də Əli bəy də. Buyurun. Sun bəyə də təşəkkür edirəm dəyərləndirməsinə görə. Belə bir sual yarandı məndə. Bu Tərtər işi 2017-də baş verib. Bəli. Onda çox adam xəbərdə yox idi, susanlar da var idi, atmosferə düşənlər də var idi. O gün işimiz yox. 2021-ci ildə Azərfildən başda olmaqla İlham Hasanoğlu, Həcr Amin, mən araşdırdıq, qoşulduq, Xural TV hamısı qəşəng. İnsanlar çıxmadı meydana. İndi 2026-da insanlar meydana çıxanda 2025-dəki hakimiyyət değişsin. Onda kimsə bu argumenti səsləndirsə ki, ya Tərtər hadisələri üzə çıxanda çıxmadınız. İndi niyə çıxmısınız? Bu səhvdir. Məndən burada nəsə başqa maraq. O necə görüntü yaranar? Sadəcə bir sual yarandı məndə. Onda da başqa bir siyasətçi çıxa bilər və deyə bilər ki, Tərtərə görə çıxmamışsınız. Bəli, İndi bəli. çıxmışsınız deməli sunma. Bu məncə səhv argumentdir bir balaca. Yox, Və- Abid bəy, mən onda da deyəcəyəm ki, xeyr ola sən o vaxt çıxmamışsan, indi çıxmaqda məqsədin nədir? Sualı soruşacağım mən ki, üzr istəyirəm, məcburam belə bir çobud bir çəkəm. Anası zorlananda susan kişinin, dostlar, qardaşı döyüləndə küsəyə çıxması nakişilikdir və məkirdir. Belə şey ola bilmə. Bu, varlığın fəlsəfəsinə ziddir. İnsan təbiətinə, yaradışına ziddir bu. O vaxtı çıxmayanlar, söhbət burada, Abid bəy, peşəkar siyasətçidən gedir. Söhbət qara kütlədən getmir. Sabah qara kütlə sabah deyəcək qardaş, o vaxt mən sən təşkil edəməmişdilər, filan kəslər. O vaxtı özü siyasətçi adlandıranlar. Bugün Abid Qafurov gəlib məni təşkilatlandırıb, bugün çıxmışım. Mən vətəndaşam. Sıravi vətəndaşa iraq bildirə bilməzsən. Söhbət burada bizim iradımız. Peşəkar siyasətçidən gedir, müxalifətdən gedir. Buyurun. Düzdür. Və bir şeydə nəzərə çatdırım ki, baxın, 2015-də Təmmuz hadisələri oldu, 2019-da bəraət verildi 100 minlər insana. Yaxşı, indi sual verilir ki, niyə o vaxt etiraz eləmirlər? Şəxsən mənə verirsə sual, mən o vaxt elə hesab eləyirdim ki, Türkiyədə ədalət var, məhkəmələr düzgün işləyir. 100 minlərlə insana işi bir hakim kəsməyib ki, deyək ki, bir dənə hakim səhv elədi, 100 minlərlə insana həbs elədi. Orada çoxlu sayda hakimlər kollegiyası işləyib müxtəlif ərazilərdə, müxtəlif belə məhkəmələr bilərəkdən bəraət alıbsa, deməli budur ki, bu deməkdir ki, heç bir sübut yoxdur bunun cinayət alması. Sübut olmayan yerdə 100 minlərlə insan necə həbs olunub? Deməli bir üst iradə var ki, bütün məhkəmələri göstəriş verib ki, hamısı içəri girməlidir. Əgər avtoritarizmin mənasına, tərifinə uyğun gəlmirsə, onda avtoritarizm başqa şeydir, heç biz bilmirik mənasını. Abid bəy, Buyurun. bu dediniz ya bu dəqiqə ki, demək ki, bir üst iradə var, bu zənnə uymaqdır bu. Söhbət nədən gedir? İcazə verin bir dəqiqə. Özün deyirsən ki, 100 minlərlə həbs olunub və buraxıldı. Buraxılma varsa yadınızda qalsın. Siz Buraxılma ali məhkəmədə olub, Qurban bəy. fərqi yoxdur, yox. 4 ildən sonra olub, Qurban bəy. İcazə başqa şey deyirəm mən. Lap 10 ildən sonra olsun. Buraxılma varsa o deməkdir ki, ədalət az da olsa var. Ədalətin işarətçisi var heç olmazsa ki, buradan azad olmaq şansı var. Onun üçün sən belə rejimə, bu avtoritardır, bu diktator deyə bilməzsən. Çünki ən azı burada bir proses var da, devamlı proses var. Qurban bəy, Bəli. sizin dediyiniz düz deyə Erdoğan çox məharətcəsinə, demokratik pərdələnmə ilə bu işləri görür. Tam razıyam. Ona görə bax burada anlaşılmazlıq əmələ gəlir. Siz ilə Əli bəyin arasında, məni ilə Ərəsun bəylə siz düz buyurursunuz. Bəli, 4 ildən sonra verildi onlara bəraət. Bəraətin verilməsi o deməkdir ki, bunların cinayət törətməyində heç bir sübut yoxdur. Yoxsa səhv başa düşürəm. Tamamilə doğrudur. Sübut olmuşsa bunlar necə həbs olunublar? Bəli. Bu hansı necə əsaslandırılıb? Və 2000 hakim bu prosesdə iştirak edibsə, bu 2000 hakimin yəni içində bir ağıllı kişi çıxmayıb ki, ya burada sübut yoxdur, mən bunu necə həbs edeyim? Bugün 357 nəfər indi siyahıya əsasən, amma belə çoxdur, minlərlə siyasi məhbus var Azərbaycanda. Belə hakimlər iştirak edir. Bu necə olsun? Bu belə ədalət olmaz. Gecikmiş söz özünüzdür. Gecikmiş ədalət, ədalət deyil. Türkiyə dövləti bir şəxsin 4 il azadlıqdan qanunsuz yerə məhrum edilməsinin bədəlini necə ödəyə bilər? Azadlıq məyən pulla ölçülür? Ölçülmür. Özü də bu cür miqyasdır. Ona görə düşünürəm ki, həmin dövrdə
məhkəmələrin ədalətli olduğuna inanan insanlar ola bilər ki, çıxmayıblar çölə. Mən özüm də inanırdım ki, Türkiyədə ədalətli məhkəmə Amil var. bəy, mən bir şey deyim sizə. Deməli, nəzərə almaq lazımdır ki, o vaxt o 2016-cı ildə baş verən hadisədə ki, 250 adam şəhid oldu və göydən bomba tökülürdü. Bəli. O vəziyyətdə, o kütləvi hadisələrdə məhkəmə səhvləri başa düşüləndir. Ola bilər. Əsas odur ki, araşdırma nəticəsində insanlar bəraət ala biliblər, amma bir faktı var ki, mən şəxsən indi əlaqəm var, müəyyən məsələləri özüm araşdırıram, öyrənirəm bu yoldaşlarla bağlı. Orada bu gündə 10 minlərlə yox, elə 100 minlərlə qanunsuz həbsdə saxlanılan, qanunsuz cəzalan, artıq cəzalan, yəni içəridə saxlanmasına ehtiyac olmayan adamlar var. Bəli, bütün bunlar hamısı Türkiyədə məhkəmə sistemindən nöqsanların olduğunu sübut bunu ki, gözümə bilməz. Söhbət bu gün məhz İmamoğlu ilə bağlı küçəyə çıxıb, əlinə balta alıb, polisə kislatanla gedir. Məsələ bundadır. Yoxsa biz də ayrıcara, mən sizə hüquqşünas kimi Türkiyə hüquq mühafizə sistemində o qədər qanunsuzlarla danışacağım ki, siz məhətdə qalasınız ki, bu Turanın Qurbaniyyət görmürdü, bilmirdi. Biz bugün konkret məsələdən danışırıq. Konkret məsələ İmamoğlu'nun həbsi artıq siyasi rəng alıb. Niyə görə? Çünki elə Rüfət Səfərovdan götürək, Bəxtiyar Hacıyevdən götürək, digərlərinə əvvəlcə tutub qoyurlar içəri, sonra deyirlər ki, araşdırıq. Onun araşdırması həbsiz də baş verə bilərdi istintaq və hakimiyyətin, hökumətin borcudur, müqəddəs vəzifəsidir. Əgər cəmaət, xalq, kütlələr etiraz edirsə, elə bir sübutlar qoymalıdır ortaya ki, insanlar deməlidir, vay bə! Amma bunu eləmir. Bunun əvəzində nə edir? Son xəbərimiz var, artıq 20-dən yuxarı jurnalist həbs olunub. Xalq TV-yə cərimə kesirlər ki, bu aksiyaları işıqlandırmaq olmaz, fotoreportorları həbs edirlər. Bu artıq siyasi don alıb, yəni ki, İmamoğlu'nun həbsi. Araşdırmanı çöldən çölə eləməliydilər və bu da var idi. Heç kimin canı, həyatı, sağlamlığı İmamoğlu'nun əlindən təhlükədə deyildi. Bunu eləmirlər, tutub qoyurlar içəri və sonra deyirlər istintaq eləyəcək. O ki, qaldı şahidlərin gizli olması, bəli, hansısa, bilmirəm, o vaxt Mussolina'nın cinayətlərinin araşdırılmasında kimsə gizli ifadə verə bilərdi, amma İmamoğlu fiqur deyir ki, şahidlərin hamısı orada gizli keçsin. Bütün bu məxfi nüanslar, belə gizli nüanslar, hüquqla üst-üstə düşməyən nüanslar insanlarda o təəssüratı yaradıb ki, bu siyasi həbsdir. Erdoğan hakimiyyətinin boynunun borcudur, insanları inandırsın ki, güc tətbiq eləmək yolu ilə yox, polis tətbiq eləmək yox. Abid bəy, Türkiyədə gizli sanıq hüquqi institutdur. Qanunda var o. Onun o kimliyinə baxılması deyil ki, bu Mussolini'dir yoxsa yox. O Nargin, o nədir, Narmin qız var, ölümündə, uşaq ölümündə də orada da gizli sanıq var. Yəni, Türkiyədə bu gizli sanıq bütün işlərdə olur. Orada həbs olunanın şəxsiyyətinin bir önəmi yoxdur. Yox, burada önəmi var artıq Qurban bəy. Niyə görə? Çünki İmamoğlu'ya görə görürsünüz ki, insanlar küçələrə tökülür. CHP çağırış elədi, insanlar küçəyə töküldü və jurnalistlər də artıq həbs olundu. Medialara cərimə kesirlər, qadağalar tətbiq edirlər. Bu artıq siyasi prosesdir. Bu artıq hüquqi proseslikdən çıxıb. Ona görə düşünürəm ki, hökumətin boynunun borcu xalqla hesablaşmaqdır. Bir hökumət xalqla hesablaşmayacaqsa, deməli xalqın iradəsini təmsil etmək hüququndan mənəvi olaraq özünü məhrum eləyir. Xalq deyəndə sən kimi nəzərdə durursan? Küçəyə çıxar. 3 nəfər çıxıb əgər deyirsə ki, ya mən inanmıram, sən bunu siyasi məqsədlərə görə həbs eləməsən. Hakimiyyətin borcudur onlara ispat eləsin ki, bu sübut var, bu sübut var, bu sübut var. Xüsus mən yüz minləri və yaxud da milyonlarla etiraz edən insanları demirəm. Küçəyə çıxmayan, evində oturub verilən ittihamı qəbul edən milyonlar necə olsun? Onların belə hüququ necə olsun? Yox, ilkin ittihamı əgər qəbul edirsə, inanırsa uşaqcasına ki, Erdoğan hakimiyyəti ədalətlidir, balyozu, Ergenekonu və yaxud da Temmuz hadisələrini görməzdən gəlirsə, onun şəxsi işidir. Kim haqqını tələb eləmirsə, ona görə məsuliyyət daşımır, o da heç bir hüquqi president daşımır. Onda qalsa İlham Əliyev düz deyir, nüş çıxmır 10 milyon insan xalq meydanlara etiraz eləmir ki, seçki saxtalaşır. Deməli, seçki düzgün keçilir. Bu argument deyil Qurban bəy. Hüquqşünas kimi yəni, bu argumenti səsləndirmək məncə düzgündür. Yox, mən deyirəm ki, küçəyə 3 nəfərin deyirsən ki, tələbi təmin olunmalıdır. Sən deyirəm, nə bilirsən küçəyə çıxmayan adamın mövqeyi necədir ki, bəlkə də mən onun
haqlı olduğunu hesab edirəm. Qurban bəy, Bəs mənim yoxum ki, müdafiə edəsin. Tamam. Qurban bəy, debatlar məlumlar Məşhur bir üzərində. söz var, tezdə deyirsən, sübutu olmayan şeyin sübutu mümkün deyil ki. Düzdür. İndi sən də evdə çıxmıram küçüyə. Mən çünki razıyam çıxmıram. İndi bəs mənim hüququmu sən necə təmin edəsən, anlamadım. Qurban bəy, birincisi kimsə bari çıxıb etiraz eləmirsə, bu avtomatik o razıdır anlamına gəlməz. Bə nə bilirsən? Nə bilirsən, nə bunu? Nə bilirsən? İzah edeyim Qurban bəy. Debatlar məlumlar üzərindən olur, məchullar yox. Əgər bir arqument ki, nə bilirsən, bəlkə ilə başlayır. O arqument deyil, o artıq sofistikadır. Məlum odur ki, İmamoğlu həbs olunub, bəli, bu məlumdur. Məlum odur ki, 100 minlərlə insan bunu siyasi həbs hesab edir, bu da məlumdur. İndi məlum olan insanlar ki, tələb edir ki, bu siyasi həbslik hakimiyyətin borcudur ki, çıxsın ortaya əlli sübutlar qoysun ki, bunların ağzı yumulsun və düşün ki, vay bə, gör bu bizi necə aldadıb, bu doğrudan da cinayətkardır. Məlumlar üzərindən fikirləşməliyik. Məchullar bəlkə dua edir Erdoğan üçün, bəlkə söz olmaz axı. Ortalığa qoyulan sübutları siz görmüsünüz yoxsa görmədən gəlirsiniz? Yox. Baxın Qurban bəy, istintaq materialları ilə tanışam. O gizli tanıqların da sözünü oradan və oradakı iddiaların da, ittihamların da çoxsu. Mən hesab eləyirəm, mən şübhələndirəm ki, paketdə pul verilib və s. və laxır. Onlar hamısı məchullardır. Əgər məlum bir sübut varsa, necə ki biz həmişə deyirdik ki, əgər Xanlar Vəliyevin əlində bir dənə fakt olsaydı ki, əskərimiz keçib erməni əskərinə seksual xidmət göstərib, onu az TV-də, ictimai TV-də, hər yanda bizim gözümüzü soxardılar və susturardılar. Belə bir fakt yoxdur deyən bizim qabağımızda aciz qalmışdı. Xanlar Vəliyev də, Hikmət Həsənovda və bütün hüquq sistemi bizim qabağımızda aciz qalmışdı. İndi əgər ortada mötəbər, möhkəm sübut varsa, varlığı sübut olunmalıdır da, yoxluğu sübut oluna bilməz ki. Siz deyirəm, nə bilirsiniz ki, yoxdur, nə bilirsiniz yoxdur deyirəm. Varsa çox gözəl çıxsınlar, təqdim eləsinlər xalqı sustursunlar. Nə bilirsən ki, təqdim olunmayacaq. Yox, mən axı dedim, nə bilirsən ki, filan kəs belə olmayacaq, bu dəlil, argument deyir axı. Biz sürgəndə gedirsək mücərrəd danışmağa. Abid bəy, icazə yox, buna belə değişmənin mənası yoxdur. Orada məhkəmə gedir. Ora Azərbaycan deyil. Ora məhkəmə gedir, sübutların araşdırılması, təqdimatı və son yekun məhkəmə qərarının vaxtı və məqamı var. Bu günləri Abid Qafurov, Qurban Məmmədov arzulur deyə mən çıxardım əlimə ki, belə bir şey yoxdur. Türkiyə banan dövləti deyil. Dövlətdir, məhkəmə sistemi var, araşdırma gedir, gözləməlisən ki, araşdırma geçsin. Yoxsa bu qaydada hər dəfə, necə bu günlər deyək ki, sən belə eləyirsən ki, kütlə sənin müdafiəsi haqlısa, sonra mən deyirəm ki, yox, bu da mənim adamdan çıxsın küçüyə, onda dövlət olmaz ki. Olmaz. Düz deyirsiniz, amma araşdırmada, yəni insanı həbs eləmədən aparılıb, ictimaiyyətə təqdim oluna bilər və sonradan həbs həyatı keçirilə bilər. Sən əvvəl sübut qoy, sonra deyirən ki, nə bilirsən təqdim olunmayacaq, bu iş deyir ki. Doğru. Sən onun əslində baxsan düz deyirsən, burada gərək İlham Əliyevin təcrübəsindən Erdoğan istifadə edərdi, bacarmır. Məsələn, İlham Əliyevə versəydilər bunu, nə edərdi Azərbaycanda? Tutardı onun müavinlərini orada-burada, 3 dənə, 4 dənə qüvvəyə hökmü mindirərdi. Sonra qüvvədə olan hökmlər əsasında da tutardı CHP-nin hamısının rəhbərliyi. Qüvvədə sərkid var, qüvvədə hökmlər var. Bacarmır da indi İlham Əliyevin təcrübəsi deyər öyrənərlər, eybi yox. Təşəkkür edirəm, amma düşünürəm ki, çox faydalı müzakirədir. Təbii. Bir neçə gün hətta davam eləməlidir, digər qonaqlar da istəsələr. Çünki çox maarifləndirici nüanslar üzrə çıxır. Təşəkkür edirəm. Var olun. Mən Azərfilm ailəsi adından Abid bəyə təşəkkür edirəm. Dostlar, indidən elan edeyim ki, sabah bizim efirdə Türkiyədən olan hüquqşünas, siyasətçi Əhməd qardaşımız iştirak edəcək. Türkiyənin içindən gördüklərin, bildiklərin sizlə bölüşəcək. Biz artıq danışmışıq. Sabah daha obyektiv məlumat alacağıq. Bugün biz Əli Quliyevlə sadəcə olaraq öz şəxsi fikirlərimizi, gördüklərimizə verdiyimiz qiyməti danışırıq. Nə Əli Quliyev, nə mən, heç bir sübutumuz yox əlimizdə. Çünki o sübutlar yalnız Türkiyədə məhkəmənin sərəncamındadır, papqaların içindədir. Biz jurnalistlərin dediklərindən, televiziyaların danışdıqlarından çıxış edərək fikir bildiririk. Səhv də ola bilər, doğru da ola bilər. Haqqınızı halal edin. Yanlışlarımızı Allah bağışlasın. Hər halda biz, deyirəm, Azərbaycanda ictimai şuurun
ictimai rəyin düzgün formalaşması üçün burada danışırıq. Nə əlaqəli bir məqsəd orada Türkiyədə kiminsə müdafiə eləməkdir, nə də mənim. Türkiyədə kimsənin bizim müdafiəmizə ehtiyacı yoxdur. 85 milyon xalq kifayət qədər agah xalqdır. Öz problemlərini özləri həll edəcəklər. Elə deyil mi Ali bəy? 2 dəqiqəmiz qaldı. Tamamilə razıyam sizinlə. Tamamilə razıyam və elə bilirəm ki, bizim əsas məqsədimiz özümüzün bildiklərimizi fikir mübadiləsi eləmək lazımdır. Azərbaycan cəmiyyətinə özümüz bildiyimiz həqiqətləri çatdırmaqdır. Bu qədər. Sağ olun. Təşəkkürlər, çox sağ olun. Sonda dostlar, diqqətlə ekrana. Sultanların sultanı, hakanların başı, krallara taç giydiren, Allah'ın yeryüzündeki gölgesi ve atalarımın fethettiği Akdeniz'in nice ülkelerin sultanı ve padişahı olan Recep Tayyip Erdoğan Hanım. Eşitiniz dostlar. 1526'da işgal altındaki Fransa'nın tutuklu kralı Francesco'ya Kanuni Sultan Süleyman'ın gönderdiği mektup. Mektubu aynen sizlere aktarıyorum. Ben ki sultanların sultanı, hakanların başı, krallara taç giydiren, Allah'ın yeryüzündeki gölgesi ve atalarımın fethettiği nice ülkelerin sultanı ve padişahı olan Sultan Süleyman Han. Bu da siyasete ehtiyatlı olun. Cizdan seyre kalsın. Allah'a emanet olun. Sabah saat 21.00'da inşallah Türkiye'de olan konağımızla görüşmem dileğiyle sağlıkla kalın.